Salam, axşamınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Canlı efirdəyik. Bizə buyurub bütün qısaca suallarınızı verə bilərsiniz. Bizə sizin suallarınızı cavablayaq. Dəqiqə. Belə. Dəqiqə. Bu nədir burada? Deyir, özümə nə istəyirsən deyə özümdən soruşanda içim boşalır, amma sualım cavabsız qalır. Və belə deyək də, özündən nə istəyirsən soruşanda içimin boşalmağı əslində qorxundur. Nə istədiyini bilirsən, onu sadəcə həyata keçirtməkdən qorxursan. Bəlkə də bu baxımdan da şey deyirsən, narahat olursan. O baxımdan da yəni özünüzü tam dərindən doğru müşahidə etməlisiniz. Baxmalısınız tərəfdə narahat olursunuzsa, onu narahatçılığınızı sağaltmalısınız. Dəqiqə. Salam, Sənan bəy, xoş gördüm. Salam, Hüseyin, xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Necəsiz? Burada TikTok uyarı var. Bunu atım bloka. Necəsiz, hər vaxtınız xeyir olsun. Yaxşıyam, yaxşı olasınız. Deyir, axşamın xeyir. 22:77 yazıb. Necəsiz? Yaxşıyam, sağ olasın, necəsiz? Deyir, həyatım boyunca deyir, uyğun olmuşam. Bəs deyir, nə vaxt özüm olmuşam? Nəyə uyğun olmuşsunuz ki? İnsanlara uyğunlaşmışsınız? Salam, Sənan bəy. Salam, necə söz var burada? Biri böyük hərflə, biri balaca hərflə. Deyəm, eyni adamdır. Mən diqqətlə baxıram ki, bayaq salamlaşdıq. Salam, xoş gəlmişsiniz. Deyir, sakitçilik gələndə qaçmaq istəyirəm. Təhlükə keçibsə niyə bədənim inanmır? Bədənin inanmır, yox, bədənin təzədən təhlükə çıxmağından qorxur. Yəni, nə yaşamısansa bilmirəm, amma qayıdıb baxmalısınız ki, o təhlükə nəyin təhlükəsi, nəyə baş verməyindən qorxursunuz. Deyir, Sənan bəy, mən qərar verə bilmirəm. Yanlış qərar verməkdən qorxur ola bilərsiniz, yəqin ki, o baxımdan qərarsızlıq yaşayırsınız. Ancaq ki, bu sizin həyatınızda hansı mövqedə sizi çox ciddi narahat edirsə əgər, o qərarsızlığınızdan, özgüvənsizliyinizdən və yaxud da səhv etməyə qorxusundan bir çox hallarda belə olur. Özgüvən problemi, səhv etməyə qorxusu, peşmançılıq və bu bir çox duyğuların hamısı bir yerdə yığılanda qərarsızlıq problemi olaraq özünü göstərir. Bir də bir məqam var ki, əgər uşaqlıqda sənə qərar verməyə icazə verməyiblərsə, o da aşağı yuxarı ilə səhv qərar verərsən, şübhəsindən sənə yanaşırlarsa, sənə görə sənə qərar verirlərsə, o baxımdan da şey ola bilər. Qərarsızlıq problemi yarana bilər. Belə, ayın əsaslı günləri. Ayın 14-ümüş, yəni mən ayın 15 deyim. Deyir, illərlə də özüm indi dözə bilmirəm. Gücüm azaldı. İstəyirəm insanlara sərhəd çəkim. Çəkə bilərsiniz. İllərlə dözmüşsünüzsə, demək çarəsizliyiniz olub və indi bunun fərqindəsinizsə, o çarəsizlikdən mental olaraq sağalıb lazım olan həddini bildirə bilərsiniz. Deyir, düzdür, 2 ildir deyir, ailəliyəm, ayrılmaq istəyirəm, həmişə də ayrılmaq istəmişəm, sevməmişəm. Yəni, belə bir şey deyim, nə ayrılmaq istəyirsinizsə, demək olduğunuz münasibət sağlam münasibət deyil və doğru qərar vermək istəyirsiniz. Yəqin ki, ayrılıq sizə görə doğru qərardır. Yəni, heç kim sağlam yuvasını qoyub getmir. Və bu baxımdan ayrılmaqda səhv qərar verəcəyi düşünürsənsə, bu əslində ayrılmaq qorxundur və bir yerdə bəlkə də insanlar səni bəzi qadınlarda olaraq mən ayrılsam, bundan sonra heç kimə lazım olmayacam, heç kim məni almayacaq, belə olacaq kimi yanaşmalar onları narahat edə bilir. Və siz nə yaşamısınız, sizi narahat edən, sizə tərəddüdə saxlayan nədir bilmirəm, ancaq ki, ayrıla bilərsiniz və mental olaraq əgər nədənsə qorxursunuzsa, qayıdıb o duyğudan sağalaraq həmsi aradan qaldırıla bilər. Deyir, salam həkim, ev işlərində deyir, çox tez olmuşam, eyni zamanda deyir, günlərlə iş görə bilmirəm, qızam nə olub mənə? Depressiya yaşayırsınız əslində, ona görə gündəlik aktivitetlərə qarşı marağınız ölüb. Deyir, assalamu aleykum, rəhmətullah, bərəkatuhu. Salam, xoş gəlmişsiniz.
Keçmişimin səhvləri məni diqqəti rahat buraxmır, beynim susmur, ürəyim sakitləşmir. Keçmişdən qaçmaqla keçmişin problemini həll edə bilmirsən axı. Ona görə keçmişlə üzləşib, keçmişi geridə buraxmağı bacarmalısan. Necə düzələ bilərəm? Terapiya alaraq, bir mütəxəssis dəstək alaraq sağala bilərsiniz. Tez-tez danışdım, bir anda lap şey oldu. Neyse. Deyir, salam, mən həyatdan küsmüşəm. Həyatdan küsməmişsiniz əslində, özünüzdən küsmüsünüz. Həmin həyatınızda bir yerdə özünüzə xəyanət etmişsiniz və bu baxımdan da özünüzdən küsmüsünüz. Amma özünüzə harada xəyanət etdiyinizi qayıdıb baxsaz və özünüzlə barışsaz, həyata olan küskünlüyünüz aradan qalxacaq və güzgüdə baxdığınız insan sizə gülümsəyəcək. Deyir, salam, salam. İlk dəfə qarşıma doğru insan çıxmaz aldanıramda çox qorxuram. Doğru insan sənə görə necə olmalıdır və doğru insan sənin həyatında olmağına hansı duyğun mane olursa, o duyğudan sağalaraq doğru insanları özünə maqnit kimi çəkə bilirsən. Nə qədər maqnit kimi anormal insanı özünüzə çəkirsinizsə, o yoldaşınız kimi nəzərdə tutursunuzsa, artıq o döngünü qıracaqsınız. Həkim psixoloqa gedə bilmirəm, başqa cür anlar, çox əziyyət çəkirəm. Mən psixoloq deyiləm, mən hipnoterapevtəm, şuuraltı hipnokoçum. Yəni ki, onlayn da qoşula bilərsiniz, əgər mənə qoşulmağı arzu edirsinizsə və yaxud da onlayn da seanslar olur. Belə. Demək, insanlara nədən mərhəmət yoxdur? İnsanlara mərhəməti zəiflik kimi görürsünüz, ona görə mərhəmət olsa yazığınız gələcək, özünüzü təslim olacağınızı düşünürsünüz, yəni duyğularınızı dondurursunuz. Və yaxud da ki, insanlara qarşı intiqam hissi də ola bilər, Bursa mən bir anlıq o birisinə dedim. Deyir, sevgilimlə tez-tez dalaşırıq, bloka atıram, yenə yazır, barışırıq, yenə dalaşırıq, sizcə nə edim əsəbiyəm? Sevgilinlə olan duyğusal bağın hansı duyğusal bağdırsa, onu o travmadan, ailədən aldığın travmadan, boşluqdan sağlaraq onu qıra bilərsin. Sevgilindən ayrılsan da psixoloji olaraq ayrılmamısan ona görə. Xəyalə deyir, salam, necəsiniz? Mən də sual yaza bilərəm. Bəli, yaza bilərsiniz. Xəyalə xanım, xoş gəlmişsiniz. Sizə də salam. Keçmişdə etdiyim səhvə görə özümü günahkar çıxarmaqdan bezmişəm. Sağ olun onda. Nəyə də günahkar çıxardacaqsınız özünüzü? Keyfim olmur, hər kəslə dalaşıram. Sənin keyfin olmamağının səbəbi demək, hər kəsin səni anlamamağıdır. Ona görə hər kəslə dalaşırsınız. Deyir, hər kəslə eyni problemləri yaşayıram. O duyğu sizdədir axı, ona görə. Yəni, sən kassada dayansan, sənin müştəri yanaşacaq. Amma sən baxır hansı mağazanın, hansı kassasında dayanmırsan. Deyir, salam, hər vaxtınız xeyir. Uşaqlara aid suala verə bilərəmmi? Verə bilərsiniz, sizin də hər vaxtınız xeyir. Kimsə mənə əmr etməyi, idarə etməkdən nifrət edirəm. Çünki özünün idarə edildiyi görməkdən nifrət edirsən, dediyin kimi. Yəni, əmr eləyəndə insanlar səni idarə edirdən qorxursan və bu da sənin valideyni sənə xatırladır. Necə üzləşə bilərəm keçmişimlə özümü bağışlaya bilmirəm. Keçmişlə üzləşməklə onu tək başına bacarmırsan, ancaq ki, bir peşəkar yardım olaraq sən keçmişdə nədən üzləşməkdən qorxursansa, səni seansda həmin o duyğu ilə üzləşdirərək sənin ağrığı səndən bir dəfəlik sağaltmaq olar. Deyir, həmişə də eləyirlər. Sərhəd çəkməyi bacarmırsınız sonra, ona görə sərhəd çəkməyi bacarsaz, artıq o insanların hünərə çatmayacaq sizi incitməyə. Sizi incitməyə demək, idarə eləməyə. Deyir, insanı idarə edən beynidir, mən də təmiz bozub travmalar almışam. Travmalar aldığınızın fərqindəsinizsə, travmalarınızdan sağlaraq beyninizin sizi sağlam idarə etməsini sağlaya bilərsiniz. Bugün ad günümdür, təbrik eləyirəm. Deyir, çox yaxşı münasibətim var idi, günah məndə oldu, qarşı tərəfdə qəbul etmədi, indi blokdayam, depressiyadayam. Aha. Demək, bir yerdə günah səndə olanda özü günahkar hiss edib, sən ona özünü sübut eləməyə niyə çalışırsan ki? Özünü sübut etməyə dayandırsan və günahkarlıqla görə özünü bağışlasan, problemin keçə biləcək. Yəni, sağlam sevgi münasibətində, yəni, zırt-pırt dava çıxan kimi ayrılmaq olmur. Deyir ki, ilk öncə təşəkkür, oğlumun 4 yaş yarımdır, autizm yüngül formalıdır, anlaması zəifdir. Yüngül autizm uşaqlarda tam anlama, sərbəst danışıq mümkündürmü? Tamına yəni, deyə bilmərəm, ancaq ki, onların müəyyən dəstək olaraq onların qavrama qabiliyyətini inkişaf etdirmək olur.
Yəni belə deyək də, autizm uşaqlar arasında IQ-su daha çox yüksək insanlar olurlar ki, sadəcə onlara doğru yanaşmaq lazımdır və belə deyim də, onu sadəcə anlamaq üçün səbirli olmağınız lazımdır. Səbirli valideynsizsə, həm ana, həm ata baxımından uşağınıza doğru yön verə bilərsiniz. Çünki onlar problemli deyillər. Sadəcə cəmiyyətdəki normal standart insandan fərqlidirlər. Deyir, çox sağ olun. Deyir, təbrik edirəm. Hər şey deyir. Deyir, qarşı tərəf dedi, mən də keçmişdən travma qalıb, indidən bitsin, çox pis təsirdir mən müqayisə etməsi. Travmaları müqayisə etmək yersiz bir şeydir. Yəni ki, sadəcə manipulyasiya edir. Yəni ki, mən kiminsə başına oynatıramsa, kimisə incidirəmsə, mən travmalıyam deməyim anormallıqdır. Yəni travmamın fərqindəyəmsə, dedim niyə özümü sağaltmıram ki? Deyirlər qorxduğumuz şeylərin. Münasibətdə dəyərləndirmə, cəlb etmə, komfort sujet bilirsən. Dəyərləndirmə, cəlb etmə nə deməkdir ki? Əgər özünə dəyər vermirsənsə, sən öz dəyərsizliyindən sağalaraq, yəni insanlardan dəyər görə bilərsən. Deyir, 6 ayda psixoloqda, logopeddə qoymuşam, təlimə gedir. İnkişafı var bəs, yoxsa yoxdur? Yəni, nə cür təsir edir logopeddə psixoloq? Logoped əslində dildə problem olan uşaqlarda, kəkələmə problemi olan uşaqlarda işləmək üçün şey edirlər. Ancaq ki, autist uşaqlar danışmağı bilirlər. Sadəcə göz kontaktı çox qurmurlar. Biraz çox danışmırlar və tamamilə başqa cür reaksiya verir. Duyğularını əsasında gizlədirlər. Bu baxımdan da qayıdıb müşahidə eləməlisiniz özünüzü uşağınızı. Deyirlər, qorxduğumuz şeylərin 90% reallaşmayacaq, düzdür. Əksinə, qorxduğun şey sənin başına gəlir. Deyir, durduq yerə əsəbləşirəm. Türkanə deyir, salam, necəsən? Salam, Türkanə, yaxşıyam, yaxşı olmağını da sən mən hardan tanıyırsan? Çünki sənlə yazanda əsasən yaxın adamlar yazır deyinə. Ona görə soruşdum. Deyir, vallah düz deyirsiniz, bəs niyə pisəm? Hələ günah məndədir düşünürəm, absurddur, düzdür, blokdayım, necə unudum? Öz günahkarlığınızdan sağalıb, özünüzü bağışlayaraq. Şuurlu şəkildə özünün günahkar olmadığını bilirsən, amma duyğu olaraq özünü günahkar hiss edirsən. Demək, qarşı tərəfdə bilərək səni günahkar hiss etdirir. Və bu baxımdan da sən ancaq öz keçmiş və qayıdıb o günahkarlıq duyğusunu ilk dəfə hansı yaşda almısansa, qayıdıb ondan sağalmalısan. Bax, bir xanımla biz seans eləmişdik, günahkarlıq duyğusu var idi onda. Demək, xanımın problemi şey idi. Evliydi xanım, həmin toksik bir evlilikdə və xanım deyirdi ki, mənim əskər vaxtı, əskər gedən oğlanın 18-19 yaşımda onda əskər getdi. Mən onun sevgisinin dəyərini bilmədim. İndi də nə bilim, evlənmişəm, ayrı uşağımız adım var, belə elə. Özünü günahkar hiss edirdi ki, onu rədd etdiyinə görə, onu gözləmədiyinə görə. Amma biz o günahkarlığa qayıdıb baxdıq. O günahkarlıq məhz qızın 9 yaşında, demək, anası 40 günlük uşağı verib onun qucağına gedib paltar asmaq. Bu da 9 yaşında qız uşağı olubdu, balaca. Demək, uşaq düşüb bunun əlindən yerə. Uşaq heç nə olmayıb, uşağın başına heç bir şey gəlməyib. Sadəcə ana gəlib bunu günahlandırıb. Və bu günahkarlıq duyğusu, duyğu eyni duyğudur. Yəni, eyni situasiyada olacaq deyə bir şey yoxdur. Duyğu eyni duyğudur, amma onu fərqli situasiyalara səni salaraq sənin günahkarlıq duyğu başlayırsan yaşamağa. Özün də istəmədən. Şuur altı onu sənin qarşıva çıxardır. Və sən o duyğu səndə hansı vaxtda, hansı yaşda ilk dəfə yaşanıbsa, ondan sağalaraq ki, bugünkü günə son qoya bilərsən, ağrıya son qoya bilərsən. Deyir, Allaha şükür sıfır danışığında idi. İndi oğlum indi danışır, cümlə qurur, amma tualet təlimi yox. Qorxusu. Tualetdən qorxur. Deyir, mən çox əsəbi oluram. Niyə? Anlamırlar yəqin, siz özünüzü ifadə edə bilmirsiniz, yəqin agresiya yaşayırsınız. O baxımdan da narahatçılığınızın səbəbi oradan qaynaqlanmış ola bilər. Deyir, biz bir ay danışdıq, alınmadım. Ayrıldıq, atmamışıq heç yerdən. Dedim, atmadı, indi statuslara baxır, bəyənir, bloka atmır. Və sualınız nədir bəs? Niyə bloka atmır? Niyə bloka atmırdısa sualınız? Narsist insanlar, nə istədiyini bilməyən kişilər bəzən qadınları barmaqda dolamaq istəyirlər. Və bu baxımdan da ona görə zapas təkər kimi saxlamış ola bilər. Lustraldan gedir söhbət. Lustral depressiv vəziyyətin halıdır, yəni ümumi söhbət ondan getmir. Deyir, çox sağ olun, dəyməz. Həyatdan küskün yazıb salam.
Hər vaxtınız xeyir. Salam, həyatdan küskün. Sizin də hər vaxtınız xeyir. Niyə həyatdan küsmüsünüz? Deyirsiniz, seans verirsiniz eləmi? Bəli, seans keçirirəm. Deyir, hər şeyi çox düşünürəm, çox ağlayıram. Özümə hakim ola bilmirəm. Özünüzə yazdığınız gəlir çünki və düşündüyünüz şey sizin keçmişdə yaşadığınız duyğulardır və ona görə özünüzə yazdığınız var. Və bu baxımdan da özünüzə hakim ola bilmirsiniz. Tualetdən qorxur, böyüyü işini demir, bir də qorxusu. Əyləncə mərkəzinə apara bilmərəm, qorxur. Tualetdən qorxmağın özündən soruşa bilərsiniz niyə görə qorxur. Yəni ki, əsasən o uşaqlar bildiyim mələkdir. Sadəcə çox həssas uşaqlardılar deyəndə onlara daha çox sevginə və səbrlə yanaşmaq lazımdır. Onlardan sadəcə onun tualetdən niyə görə qorxduğunu ondan soruşaraq onun çətinliyini aşmağınıza kömək edə bilərsiniz. Hə, və digər tərəfdən də ki, belə deyim də, əgər tam sizə açılmırsa, əgər getdiyi psixoloqun, logopedin də nə bilim duyğu olaraq açılmırsa, psixoloqunu dəyişin. Psixologiyasında problemi olan insanlar iradəsi zəif insanlardır. Sualdır bu, yoxsa təsdiqdir? Uşaqlıqda bəs təcavüzə uğrayan qızların özlərinin iradələri zəifdir bəs? Təcavüzə uğradıqlarına görə. O hansı sual? Neysə. Deyir, bir məsləhət alın. Mən uşağı hansı təlimlər aparım, nə məsləhət bilirsiniz? Davranış terapevtinə apara bilərsiniz, uşaq psixoloquna apara bilərsiniz və ən əsasında uşağa rəsm çəkmək, oyun oynamaq bacarıqlarını daha çox aktivləşdirməlisiniz ki, o uşaqlar çox məntiqləri çox yüksək uşaqlardır, ancaq ki, onlar sosial mühitdə biraz tanış eləyə bilmirlər, açılıb saça bilmirlər rahatçılıqla. Sadəcə onlara sərbəst komfort zonası, rahatçılıq alanı yaratsaz və ondan sonra o uşaqların özündə inkişaf daha çox sürətli gedə bilər. Və bu baxımdan da, yəni, elə də tanıdığım bir uşaq psixoloqu yoxdur. Amma ki, yəni də özünüz də bir şey eləyə bilərsiniz. Çünki o uşaq psixoloqları onlara sadəcə şey deyirlər, yön göstərirlər. O bəlkə də həmin o yönü sizdən gözləyir. Salam, həyatdan deyir, yox, bəzi insanlardan küsmək lazımdır. Heç kimdən küsmək lazım deyil. Və küstüyün insanın anormal olduğunu görsən, anlayacaqsan ki, o insandan heç küsmək yox, ondan heç nə gözləmək lazım deyil. Silmək istəyirəm, blok atmaq istəyirəm, dözmürəm, əlim gedir, çıxarıram. Bir tərəfdən onunla yaşadığın hər hansısa bir toksik duyğu var da, toksik asıllı münasibətdir. Yəni səni zəhərləyir, amma zəhərdən asılısan. Və uşaqlıqdan hansı travma, hansı sevgisizliyi, dəyərsizliyi almısan ki, bir yerdə o duyğunu yaşamaq istəyirsən, o boşluğu onunla doldurmaq istəyirsənsə, öz şüuraltıva qayıdıb baxmalısan. Çünki o insan sənə travma verib, travma yaşatmır, səndə olanı üzə çıxardır. Yəni heç bir insan səni yaralamır, zaten səndəki yara var, onu qopardıb gedirlər. Ümumi yazıb salam. Salam, deyir, necə sağlayacam bəs? Bir mütəxəssis yardımı alaraq. Salam, siz neçə dediniz, kişilər qadınları necə doldurur? Mən nə dedim ki? Kişilər qadınları doldurur demədi yaxı. Deyir, çox sağ olun, məsləhət üçün Allah razı olsun. Dəyməz, bir anda hər şey buraxıb rahat yaşamaq istəyirəm, alınmır. Deyir, mənim psikolojim bozuk, bu aralar nasıl bəslənməliyim? Türk dilində bilmirəm. Deyir, həyatda hər şey yolunda getsə də mən yolunda deyiləm. Onda öz həyatında yolunda getməyən problemləri sağaltdım. Çünki əslində bir şey deyim, necə qavrayacaqsan, anlayacaqsan bilmirəm, amma ki, sən sağalmaq istəmirsən. Nədən gedir söhbət? Yəni, problemi həll eləmək istəmirsən. Çünki bir çox insanda var ki, sizdə də o şey var ki, ancaq özünüzü şey eləmək istəyirsiniz, necə deyim, acındırmaq kimi gedir orada söhbət. Yəni, nədən gedir söhbət burada? Dəqiqə. Çünki problemin fərqindəsənsə, problemin üçün aradan qaldırmaq üçün nəsə etmirsənsə, artıq uşaqlıqda sənə travma verən insanları günahlandırmağın deyəri yoxdur. Əli qismət Əliyev deyir, salam, mən çox sıxılıram, çox agresiv biriyəm. Və sualınız nədir bəs? Nə etməyi düşünürsünüz bəs? Deyir, uşaqlıqdan problem çıxarma deyə böyüdüm. İndi öz ehtiyaclarım niyə mənə problem kimi gəlir?
Sualınızın özündə cavab var da, əslində uşaqlıqda sən çox problemlisən deyə resti bölünür, ona görə. Rəsulov deyir, salam. Mən həyatdan zövq ala bilmirəm. Özünüzü tapmamışsınız, çünki özünüzün fərqində deyilsiniz, ona görə. Və sizə görə həyatdan zövq almaq necə bir şeydir ki? Hisslərim, duyğularım, fikrim qarışıb bir-birinə pis günə qaldım. Anası getməyi istəmirəm, gedəndə narahat oluram. O deyir, insan hara gedirsə getsin, problemini də özü ilə aparır. Ona görə o baxımdan da probleminizdən qurtulmalısınız. Heç nə belə də gedir sıxıntılarım. Siz sıxıntı yaradan səbəb başqa səbəblərdir ki, nə yazmışsınız bayaq əvvəl? Deyim. Agresiv birəm, agresiv əsəbləşirəm. Əksində agresiya sənin uşaqlığın aqressiyasıdır ki, uşaqlıqdan onu bugünkü günə qədər daşıyırsan və həmin agresiya vaxtında bildirilməyəndə daha doğrusu, bir yerdə o səni daha doğrusu içdən-içə yeyir. Və sən bir yerdə özünü nevroz xəstəsi kimi düşünürsən, amma ki o sənin o qədər agresiyan var ki, artıq sən çox tez qızıqlarsan, deyirlər, sanki tez sirkəyə gedir. Ona görə də sizi nə qızıqlandırırsansa, agresiyanız varsa ondan sağolmalısınız. Rəhimov deyir, salam, necəsiz? Salam Rəhimov, yaxşıyam, yaxşı olasınız. Deyir, adam harasa getməyə həvəs yoxdur, elə bilirsən, elə bil öləsən, maraqsız gəlir həyat. Həyatın marağı deyəndə ki, belə deyək də, həyatda maraq məna yükləyən sən özünsən. Yəni ki, həyatda hər cür insan yaşayır, həyatda normal da var, nə bilim, ağıllı da var, dəli də var, hər cür insan var, və hər cür insanın özünün ruhunu və özünün ayrı-ayrı missiyası var. Sən sadəcə öz ruhunun missiyasını dərk edib öz yerini tuta bilməmsən. Söhbət ondan gedir və bu baxımdan sən öz yerini tutmağı bacarandan sonra sənin özünün əslində həyatla bağlı maraqsızlığın aradan qalxacaq. Çox sağ ol Nərmin, təşəkkür edirəm. Deyir, salam, siz dediniz ki, kişilər qadınları əldə saxlayır. Doluyur, demişdim. Kişilər qadınları o vaxt əldə saxlaya bilir ki, qadın əgər sevgisiz böyüyübsə, əgər qadın dəyərsiz böyüyübsə, ata tərəfindən xoş söz dəyər görüb böyüməyibsə, ona hər hansı bir oğlan o xoş sözlə barmağında fırlada bilir. Və cinsəllik məqsədi olsa belə orada, məqsədinə çatana qədər öz qadının eşitmək istədiyi şeyləri deyir orada. Və bu baxımdan da əgər qadının özü sağlam olsa, mən həmişə deyirəm, qız ataları əgər qız uşaqlarını parka çıxardıb, onlara ən azı bir buket gül, bir şokolad alsa, bir restorana oturdub yemək yedirsə, bir xoş sözdürsə, hər hansısa başdan xarab bir oğlanın ona göstərəcəyi anormal diqqətin qurbanına getməz. Özünə toksik aslı münasibətdə qurban verməz. Şəfa Cəfərova deyir, salam. Salam Şəfa xanım, xoş gəlmişsiniz. Deyir, elədir, mən də deyəm, toy filan heç yerə çıxmıram, dostlarıma belə yazmıram. Şəfa Cəfərova deyir, mənim takıntı problemim var. Birinə taktımsa takıram, əldə etməyincə dinc dururam, necə müalicə edim. Birində olan takıntı əslində mən hər şeyi əldə eləməliyəm, hər şey mənim üçün istədiyim şey yerinə etməliyəm. Narsizm psixologiyası da əslində bir yerdə. Və o bir yerdə nə istədiyini bilməyən və istədiyini tez əldə etmək istəyən uşaq psixologiyasıdır ki, bir yerdə orada dirəşmək hissi var. Agresiya ilə dirəşmək hissi var ki, ilk dəfə o duyğunu siz kiminlə yaşamısınızsa, o şüuraltınızda vərdiş olaraq qalıb və indi də dediyi olaraq həyatınızda olan şeyləri yerinə yetirməyə çalışırsınız ki, və mükəmməliyyətçiliyi var onun yerində. O üzərində deyir, salam, atama həkimə aparmışdım, atanız xərçəng dediyində o vaxtdan özümə gəlmirəm. O vaxtın özünüzə gəlməməyinizin səbəbi atanız əslində xərçəng xəstəsi olmağı özü seçib. Yəni ki, xərçəng xəstəliyinin bir tərəfdən özünün psixosomatikası odur ki, özünü günahlandırmaq sindromudur və öz dəyərsizlik sindromudur ki, atanıza görə pis olmağınız əslində atanızı itirməkdən qorxursunuz. Amma hər kəs öz ölümünü öz seçir. Xoşdur, necəsən? Yaxşıyam Nərmin, sağ olsan, necəsən? Nə var, nə yox? Solmaz Sümbətdə deyir, salam. Salam, xoş gəlmişsin, deyir, salam Sinan bəy. Salam, axşamı xeyir, xoş gəlmişsən sən də. Deyir, bununla necə başa çıxım? Onunla başa çıxmaq üçün, o vəziyyətə son qoymaq üçün sənin takıntını ilk dəfə kimin acığını eləmisənsə, qayıdıb onun o agresiyadan sağalmalısan və onun ilk dəfə hansı yaş qrupunda o duyğunu yaşamısınızsa, əgər o yaş qrupunu aparıb o duyğu ilə üzləşsəz, həmin o probleminizə birbaşa olaraq son qoya bilərsiniz. Yəni ki, belə deyək də, istənilən halda bir peşəkar mütəxəssis yardımı almalısınız. Necəsən səndən? Yaxşıyam, sağ ol, sən necəsən? Deyiləm. Deyir, heç kimin acığını etmirəm, istəyirəm və edirəm.
Tamam, onda acıq deyilsə, onda nəyə görə istədiyini demək bir də özünə sübut etməyə çalışırsan və bu dəqiqə bunu burada müşahidə etmək biraz yersiz olacaq ki, probleminiz ola bilər ki, dərindir, birmənalı şəkildədir və o baxımdan da tam dərin müşahidə aparılmalıdır ki, onun altında yatan kök səbəb nədirsə, onu araşdırmaq lazımdır. Yaxşıyam canım, yaxşı olasan hər zaman. Bir dəqiqə. Deyir, insanlar məni sakit tanıyır. Bəs içimdəki qışqırığı kim hiss etsin? İçindəki qışqırığı niyə görə kiməsə hiss eləməyini gözləyirsən ki, səni niyə görə kiməsə anlamağını gözləyirsən? Sən özünü anlamırsansa və yaxud da anormalların içərisindəsən, səni anlamayacaqlar. Ona görə də anormal insanları özünü sübut etməyə dayandırmalısan. Anormal insan, belə deyək də, ailən də ola bilər, qohumun da ola bilər, tanışın da ola bilər, dostun da ola bilər, məktəbdə müəllimin də ola bilər, bağça müəllimi də ola bilər ki, ondan aldığın travmadır. Və sən hələ də sənə travma verən insana özünü sübut etməyə çalışırsansa, o bir yerdə sənin özünün problemindir və duyğudan sağalmalısın. Seanslar edirsiniz. Bəli, Şəfa xanım, seans edirik. Deyir, məndə təkrar hərəkətlər var, beynim susmur, sanki beynimin dediyini etməsəm nəsə pis bir şey olacaq. Əslində o obsessiyadır. Həmin obsessiv düşüncədir ki, mən bunu eləməsəm çox pis şey yaranacaq. Deyir, nə verir baş? Həmin o obsessiyanızdan siz qurtulsanız, olmaz xanım. Ondan sonra beyniniz susacaq. Zərifə Nəcəfzadə deyir, mənim diqqətim çox dağılır nəsə. Diqqət dağınıqlığı əslində olduğun işə fokuslana bilmirsənsə, kənardan hər hansı bir təhlükə baş verəcəyinə görə özünü tətikdə saxlayırsan. Yəni ki, sən uşaqlıqda belə deyək də, sən deməyə də ümumilikdə bir çox insanlarda olur. Uşaqlıqlarında əgər dava-dalaş şiddətli ailə içərisində böyüyüblərsə, əgər özləri və bir yerdə həmin dava-dalaşda öz uşaq belə oyun oynayanda öz oyununa fokuslanmayıb, valideyninə diqqətini verirsə, o bir yerdə onda belə bir problem yaranır ki, yəni mən davamlı özümü qorumaq üçün təhlükəyə özümü hazır saxlamaq üçün ətrafı müşahidə etməliyəm. Və bu vərdiş onlarda dərsə fokuslana bilməməyə, hətta buna ADHD sindromu, DHB sindromu deyirlər ki, diqqət əksikliyi, hiperaktivite pozğunluğu. Yəni ki, əslində diqqət əksikliyi yox, diqqət yayınıqlığı olur. Orada yəni belə bir şey var. Yəni sən diqqət əksikliyində olan hiperaktivliyin, yəni sən qorxduğun təhlükə qarşısında öz enerjini bastırandan sonra, təhlükə keçəndən sonra anormal şəkildə yığılmış enerjini boşaltmağındır. Salam, bir insana qarşı içində əsəbin olmasa, o insanı görəndə hirslənmək. Həmin o insan sənə uşaqlıqda travma verən bir insanı xatırladır. Nəyəsə xatırlayırsan o insana baxanda. Ya səs tonunda, ya elədiyi hərəkətlər, hansı bir duyğu yaşayırsan. Deyirəm, bir şey etməyəcəm, sanki içimdən bir his məcbur edir etməyə. Sağalmağı niyə istəmirsiniz bəs? Onun hansı çarəsi var diqqət əksikliyin? Bəli, var. Diqqətinizi yayındıran hansı duyğuya qarşı özünüzü tətikdə saxlayırsınızsa, o duyğudan sağalaraq çarəsini kökündən əldə etmək olar. Bir dəqiqə. Deyir, mənə dəyər veriləndə utanıram. Nə vaxt deyir, insan bundan utanmır. Özünə dəyər verməyə başlayanda, sən özünə dəyər verməyə başlayanda insanların da sənə qarşı sevgisini, dəyərini qəbul edə biləcəksən. Əgər özünə o dəyər vermirsənsə, yəni artıq qəbul edə bilmirsən və sənə qarşı edilən yaxşılıqların belə bir yerdə əvəzini qaytarmağa çalışırsan. Deyir, hər kəs üçün yer tapdım, özüm üçün yox. Əslində, bəlkə özün üçün yer axtarmaq üçün hər kəs yer edirsən. Əslində, insanlara davamlı yaxşılıq eləməklə sənin özünün yaxşılığa ehtiyacın var. Və bu baxımdan da sən mənə baxaraq fərqindəlik yaşaya bilməsən, sən mənə baxaraq addım ata bilməsən, sən sadəcə mənə baxaraq motivasiya ala bilərsən. Və söhbət ondan gedir ki, sən özünü öyrənməyəsən, ancaq özünə baxmalısan. Deyir, sağalmaq istəyirəm, lakin şəxsi məsələlərdən dolayı qalmışam. Burada danışanda rahatlıq tapıram az da olsa. Şəxsi məsələlər nə kimi məsələləri nəzərdə tutursunuz ki? Dəqiqə. Seymur, sənin kül kişi başı var. Gec oğlu gec. Neysə, deyir, necə qurtulmaq olar o KP-dən? Çox qorxuram, əsəbləşirəm, stresli oluram, sanki deyir, tabiyəm kiməsə. Qurtulmaq üçün ancaq sizinlə müşahidə aparmaq lazımdır. Konsultasiyada iştirak edə bilərsiniz. Ondan sonra sizə eləyəcəyimiz həll yollarını təklif edə bilərik. Və keçirdiyimiz hipnoz seansları sayəsində sizin şüur altınızdakı olan obsessiyanızı birbaşa olaraq tapıb kökündən həll eləmək olar. Belə.
Deyir həyatımı itirməmişəm, amma deyir sanki deyir yaşamamışam. Yaşamaq deyir nə vaxt ertələndi. Həyatını kim üçün yaşamısan bəs? Deyir yazı qalıb orada. Nə yazı? Həmin adamın yazısını deyirsən, atmışam bloka. Hərdən olur da normallar. Deyir sizinlə əlaqə saxlayacağam. Tamam. Deyir niyə bəzən deyir hər şeyim yerində olur, deyir içimdə səbəbsiz bir boşluq olur. Çünki sən hər şeyin yerli-yerində olduğunu düşünürsən. Bir yerdə hər şeyin yerli-yerində olmağı əgər sənin üçün maddiyyatdırsa, mənəvi boşluğu göz ardı gəldiyin üçün bir yerdə bədən səni xatırladır onu. O boşluq hissi yaşadaraq. Deyir məni sevən insanlar var, amma mən yenə də özümü tək hiss edirəm. Buna sizcə səbəb nədir? Səni sevən insanların sevgisini özünə layiq görmürsən ona görə. Bir yerdə əslində sevgi dilimi sənə görə başqa bir şeydir. Sənə görə sevgi əslində inciməyi, ağrımaqdır və sənə ağrıdan insanlara daha çox bağlanırsan və bir yerdə də belə deyək sənə ona görə belə deyək qarşılıqsız bir sevgi göstərən insanlara qarşı onları qəbul edə bilmirsən. O yüzden xiyar doğrayıb burada. Herkes öz travmasını yazır. Bunun da travması budur. Neyse. Deyir keçmişdə yaşadığım bir hadisə deyir niyə belədir? Niyə hələ də deyir bədənimdə gərginlik yaradır? Keçmişdə yaşadığın bir hadisə bədəndə gərginliyi ona görə yaradır ki, sən onu keçmişdə yaşadığını düşünürsən. Teorik olaraq elədir, amma ki digər tərəfdən sən duyğunu bugünkü günə qədər gətirmirsən axı, duyğudan sağalmamısın axı. Keçmişdə yaşadığın ağrıya görə, hər hansı bir şeyə görə qayıdıb sən əgər özünü bağışlasan, öz yazıqlığı aradan qaldırırsan, öz problemi aradan qaldırırsan, sənin problemin keçib gedəcək. Solmaz xanım deyir, onlayn şəkildə qəbul edirsiniz? Bəli, onlayn şəkildə qəbul edirəm. Deyir, insan niyə özünü davamlı günahkar hiss edə bilər? Axı heç səhvi yoxdursa belə. İnsan özünü o vaxt günahkar hiss edir ki, onu günahkar hiss etdirirlər. Ola bilər ki, sizi doğulduğunuz, böyüdüyünüz ailədə hər aldığınız nəfəsə görə, hər valideynlərinizin uğursuzluğuna görə sizi dəyərsiz hiss etdirirlər və bu baxımdan da o narahatçılığınız orada sizə özünü göstərir. MCM yazıb salam. Salam. Hardan oxuyursunuz onları? Nəyə sualları? O birisi telefondan. Duyğularımı bastırmaq məni qoruyur, yoxsa yavaş-yavaş yorur? Bilmirəm, əslində sualın cavabı səndə var. Sadəcə, əslində yorur. Duyğuları bastırmaq insanı yorur. Çünki duyğuları bastırmaq əslində yaşamaq istədiyin bir şeyi daxilvi yığmaq səni ancaq incidəcək. Nöqtə deyir salam. Salam, xoş gəlmişsiniz. Black deyir, mən bildiyim, bacardığım işi etməyə cürət etmirəm. Elə bilirəm, bacarmaram, neysə səhv eləyərəm deyə qorxuram. Səhv etməyə qorxusud da. Nə vaxtsa etdiyiniz hər hansı bir şeyi sizin, belə deyim də, səhv etmirsən deyirək, səni cəzalandırıblar. Bu baxımdan da mükəmməl eləməyə çalışırsan. Hər şeyi mükəmməl eləməlisən. Heç bir səhvin olmamalıdır və bu baxımdan hər şeyi mükəmməl eləməliyəm. Hər şeyi yerində eləməliyəm ki, sənin bütün işləri ertələməyə səbəb olur. Yəni ki, özünə də dəyər vermirsən, yeni dəyərlər yaratmaq istəmirsən. İynədən qorxu, ölüm qorxusu səbəbi. İynədən qorxmaq uşaqlıqdan xalas nə qədər iynə vurar, ha? Ondan qaynaqlanan bir qorxudur. Və digər tərəfdən ölüm qorxusunun səbəbi, bilməm bəlkə uşaqlıqda kiməsə iynə vurublar, onun öldüyünə şahid olmuşsa, o da ola bilər. Amma halbuki həmin adam iynədən ölmür. Deyir, mən qoca yaşlı kişi görəndə, kasıb geyimli oğlan görəndə, himn eşidəndə ağlayıram. Nə edim, yaş 46. Həmin o yaşlı kişi görəndə, kasıb geyimli oğlan görəndə əslində bir yerdə sizin öz maddi durumunuzun zəif olduğu vaxtı sizə xatırlatmış ola bilər. Və himn eşidəndə ağlamağınızın səbəbi bir yerdə o sizin, belə deyim də, hansısa bir şeydə sizə kövrəlir, duyğu yaşayırsınız. Deyir, yaş 46.
Həmin o sadəcə özünüzə olan yazıqlığınız var orada. Özünüzə olan yazıqlıqdan sağalmalısınız. Buna deyir, birinə kömək eləyəndə, duyğusal yanında olanda yaxşı hiss edirəm. Yenilənirəm sanki. Səbəb nədir? Əslində iki dənə cavab var ağlımda. Birinə kömək eləyəndə özünü yaxşı hiss eləməyən, ya özünü dəyərli hiss edirsən bəlkə. Yəni mən kimlərinsə işinə yarayıram tipində. Bu baxımdan o da ola bilər və yaxud da ki, ruhun yaradıcı ruh olduğuna görə, ən azından mənim kimi insanlara psixoloji yardım eləyəndən sonra rahatlatmaq, yəni ən azından mənim işim olduğuna görə məndə də elə təsir bağışlayır. Amma ki, sadəcə birinə kömək eləməyə, ısrarlı kömək eləyirsənsə, hər kəsə kömək eləməyə çalışırsansa, artıq orada suallar, cavablar haşiyələnir. Mənim tanışım var, nişanlısı ilə 10 yaş fərqi var, oğlan qızdan 10 yaş böyükdür, bu düzgündür. Aşağı yuxarı hə, çünki ümumiyyətlə belə bir şey var ki, qız uşağı oğlan uşağından daha ayıq olur, daha çox tez inkişaf elədiyinə görə o baxımdan oğlan uşağı biraz məntiqi baxımdan biraz gec inkişaf eləyir deyirlər. Və bu baxımdan da münasibətdə olanda oğlanın qızdan 5 yaş böyük olmağı normaldır, amma 10 yaşı bilmirəm. Sadəcə əgər orada normal bir münasibət varsa, niyə də olmasın? Deyir, mənim tanışım, hə bunu oxudum dəqiqə. Belə eynən mükəmməliyyətçi insanan bir insan adi bir səhvim desə, sədrşim onu da bilmirəm. Səhv eləməkdən qorxursan da, kimisi səni səhv tutanda narahat olursan. Ona görə də qayıdıb özünü qəbul eləməlisən ki, sən danışmağa başlayanda da cümlələri səhvsiz seçib danışmısan. Yeriməyə başlayanda da yıxıla dura yeriməyə öyrənmirsən. Yəni ki, bu baxımdan sənin özünün səhv etməyə, sənin təbiətində mən səhv eləyə doğru təcrübə qazanıram, doğru nəticəni əldə etməyə mənə gedən yola kömək edən səhvlər olur. Və məhz sən etdiyin səhvlərə görə ancaq bunu təcrübə kimi görməlisən. Təşəkkür edirəm, uğurlar sizə. Dəyməz, çox sağ olun. Deyir, mənim tanışım var, nişanlısı, onu oxudum. Aysel nə yazıb burada? 31 oğlan, 18 qız. O nə deməkdir? Neysə. Bu yazıb, pasiv agresiya nədir? Pasiv agresiya səni alçaltmağa çalışan, səni incidən insanlara qarşı sözünü deyə bilməyib içivə atmağın. Və bir yerdə şeydir, pasiv agresiya odur. Deyir, çox sağ olun. Bu hissi necə aşa bilərəm? Ancaq bir mütəxəssis yardım alaraq aşa bilərsiniz. Yəni ki, sizi ilk dəfə səhv etdiyiniz yaşa qaytararaq, sizi kimi səhv etdiyiniz yaşda sizi cəzalandırıb, günahlandırıbsa, ancaq sizin o duyğunuzdan sağaldaraq sizə probleminizi aradan qaldırmaq olur. Deyir, yaş fərqində. Hə, yaş fərqini deyirsiniz. İndi fikir verdim. Deyir, ata əvəz deyir, bu az xoşqədəm. Xoşqədəm nə? Hə. Neysə. Deyir, özüm olmaqla sevilməməyə qorxusu hardan gəlir? Özün olduğuna görə tənqid edilməkdən qorxursan. Sən özün olanda səni qəbul etmirlər. Çünki sən özün olanda insanlar səndən istifadə edə bilmirlər. Çünki o baxımdan da özün olanda sevilməməyə qorxun yaranır. Amma nəzərə almalısan ki, sən özün olanda sən də özünə görə bir sevəcək bir insan var. Sadəcə sənin olduğun yer anormalların içərisindəsə, ancaq insanları idarə etməyi istəyən insanların içərisindədirlərsə, o zaman sənin sevgilərlə hələ qorxu gələcəklər. Ki, o da sağlam sevgi deyil. Çox sağ olun, təşəkkür edirəm ətraflı izah üçün. Dəyməz, mən də təşəkkür edirəm. İlişkidə başqalarını qatmaq necə bir şeydir? Başqalarını qatmaq nə mənadır? Qatmaqdan gedir söhbət. Münasibətdə kimlərsə araya girməklə nəzərə alırsınız. Anormal bir şeydir mənə görə. Amma hə, bir şey də var da. Məsəl üçün, mən istəyir dostum olsun, istəyir valideynim olsun, istəyir sevgilim olsun, kim olursa olsun. Kimsə aramıza girib qızışdırıb agresiya yarada bilirsə, intriqa yarada bilirsə, demək o sağlam münasibət deyil. Yəni ki, hər hansısa bir adam sənin sevgili ilə ara vurub deyir ki, sənə şər atırsa ki, o sənə, məsəl üçün, Aysel sənə xəyanət edir, hə? Oğlan sənə o qıza inanırsa, sənin arasında problem yaranırsa, demək sizin bir-birinizə qarşı güvəniniz yoxdur. Oğlan da şübhəcidir, sən də yanlış anlaşılmaqdan qorxursun. Həyəcanlı olmağın əsas səbəbi nədir? Heç nədən həyəcan gəlmək. Həyəcan əslində heç nədən gəlmir. Sadəcə gələn həyəcanın sən
nədən gəldiyini tam dəqiq müşahidə edə bilmirsən, fərqinə vara bilmirsən. Amma həyəcanlı olmağın səbəbi yanlış eləməkdən qorxmaq, səhv eləməkdən qorxmaq, yanlış anlaşılmaqdan qorxmaq, tənqid olunmaqdan qorxmaq, qorxuların təkrarlanmağından qorxmaqdan həyəcanlana bilərsən və yaxud da sosial fobiyası olan insanlar ətraf mühitdə təşviş, həyəcan pozuntusu keçirirlər. Bəzən niyə ağlamaq istəyirəm, amma nə üçün olduğunu tapa bilmirəm. Çünki duyğun sənə o qədər incidib ki, sən şüurlu şəkildə ağrığı unutmaq əmrini, təlqinini vermirsən beynivə və duyğu olaraq şüuraltın sənə onu bədənvə göndərir. Amma nə üçün ağladığının fərqində deyilsən və nəzərə almalısan ki, çaynikin altında qaz yanmasa çaynik boş-boş qaynamır. Bəs nə edə bilər belə insanlar? Bir mütəxəssis yardımı olaraq həyəcanları, qorxuları nədəndirsə, həyəcanlarından sağalaraq həyəcanlarına son qoya bilərlər. Yəni həyəcan əslində uşaqlıq qorxusudur, həyəcandır, duyğudur, uşaqlıqda yaşanan duyğudur. Yəni ki, sən uşaqlıqda ilk dəfə yaşadığın bir duyğuda hansı reaksiyanı verəcəyini bilmirsən, yəni bədənin həyəcanlanır və sənə özünü həmin o yaşa aparıb qaytararaq, səni həmin həyəcandan, təşvişdən, qorxudan hansı bir duyğun varsa azad eləmək mümkündür. User deyir, heç nədən qorxmuram, elə pis günə qoyublar ki, hisslərimi daha heç nədən qorxmuram. Əslində reptil beynin o savaş modunu aktivləşdirməkdir ki, davamlı adrenalin içərisində yaşayırsan deyil, stresə qarşı bədənin döyüş modunu seçir. Reptil beynin göstərdiyi reaksiyadır. Digər tərəfdən hissləri dondurmağın, hissləri elə günə qoymaqları, hissləri dondurmusan artıq sən. Yəni hissləri yaşamaq sənə görə təhlükəli olduğuna görə kombi evi partlatmasın deyənə qaz gedən kimi özünü söndürür. Təhlükəsizlik rejiminə keçir. Yəni buna baxaraq, nəzərə alaraq eyni şeydir. Teması deyir salam. Salam. Nöqtə deyir, çox sağ ol. Dəyməz. Deyir, bəzən niyə ağlamaq istəyirəm, amma bunu oxuduq bir dəqiqə. Sakitçiliyə öyrəşmiş insan üçün xoşbəxtlik niyə qəribə hiss olunur? Sakitçiliyə öyrənmiş insan üçün sakitçilik sənə görə nədir? Həmin insan üçün nədir? Xoşbəxtlik həmin insan üçün nədir? Xoşbəxtlik elə xoşbəxtlikdir ki, dopamin və yaxud da hansı bir hormon yaşamaqdır ki, xoşbəxtlik hormonunu yaşamağındır ki, xoşbəxt olursan, amma ki, sakitlik təhlükədir benim sizə görə. Yəni necə? Deyir, mənə takip at, mən də sənə. Niyə? Deyir, xala oynayırıq. Dəqiqə. Deyir, niyə yaxşıyam deyirəm, amma içimdə heç nə yaxşı deyil. Yaxşıyam deyərək, əslində zəifliklərimi gizlətməyə çalışırsan. İnsan özü üzərində işləsə həyəcan gedər. Yox, getmir. Mənim özümə də vaxt ikən həyəcan təşviş olub ki, nə qədər psixoloqlara, nə qədər mütəxəssislərə müraciət eləmişəm ki, sağalda bilməyiblər ki, ta ki özüm hipnoterapiya ilə sağalma üsuluna müraciət edib, özüm həm sağalıb təhsilimi alandan sonra artıq fərqinə vardım ki, nə özümü sağalda bilirəm, nə də ki, başqa üsullar mənə kömək eləmədi. Yəni ki, özümlə sağalmağı, özüm belə deyim də yoxlamışam, ancaq nəticə verməyən bir yoldur. Hətta çox uzun bir yoldur ki, sən nə qədər özünü sağaltmağa çalışsan da, yəni o dəyişimin o qədər çox yavaş olur ki, fərqinə belə vara bilmirsən. Deyir, salam, siz psixoloqsunuz. Xeyr, psixoloq deyiləm, mən hipnoterapevtəm, şüuraltı hipnoz mütəxəssisiyəm. Psixoloqa getdim, məndən başqa heç kim mənə kömək eləmədi. Aha, demək getdiyiniz psixoloq normal psixoloq olmayıb ki, o da zaten ölkədəki psixoloqlara baxanda, yəni normaldır, təəccübləndirmir məni. Deyir, mən insanlara güvənmirəm, sanki hamı mənə yalan danışır, kimsə səmimi gəlmir mənə. İnsanlara güvənmək əslində, güvənə bilməmək əslində güvənsizlik duyğunuzdur ki, nə vaxtsa hər hansı bir doğmanızdan güvənsizlik yaşamışsınız deyənə, sizə yalan danışaraq sizə aldadıblar deyənə, uşaqlığınızdakı o saflığınızı sizə aldadıblar. O baxımdan heç kim sizə səmimi gəlmir. Mən özümdə psixoloqum, ona görə dedim, amma belə universitetdə oxuyuram. Nə bilim. Deyir, salam, psixoloqa getdim, dərdimi danışdım, o nəsə ağladı, qocaqladı məni. Sağlam deyildi ona görə. Sağlam olmadığına görə sənin danışdığın problem bəlkə özü də yaşayıb deyənə ağrıtdı ona, amma sağlam psixoloq elə bir şey olmalı deyil ki, o da ölkədə zaten durum bərbad durumdadır ki, bildiyin başdan ayağa hamısı kitabdırlar. Kitabda öyrəndiklərini ancaq danışırlar. Baxırsan ki, həmin o insan özü öyrəndiklərini təcrübə olaraq keçirtməyib, dərk eləməyib. Ancaq mən elə bildim, bunu yaşadım.
Deyir, ürək yazıb salam. Salam. Deyir, bir gün hər şey dayanacaq. Niyə qorxuram? Bilmirəm, özünüzə sual verin. Niyə qorxursunuz? Nədən qorxursunuz? Zaten bir gün hər şey dayanacaq. 100 illər sonra, 1000 illər sonra torpaq altında qalacaq. Niyə görə hər şey ciddi yanaşırıq onda? Niyə görə insanları vecimizə alırıq? O duyğuları bizə kim yükləyib? Deyir, kimsə ilə dostluq münasibəti qura bilməməyimin səbəbi bu ola bilərmi? Ola bilər, bəli, ola bilər. Siz də yaşamırsınız, içməyə gedirdik ucu. Kitab şantaj oxudum, çatmadı, nə yazırdım? Bir pasiyent mənə deyir ki, psixoloqa müraciət eləmişdim. Deyir, psixoloq mənə deyir ki, get Netflixdə bir kinoya bax, düzələcəksən. Bildiyin gülməkdən başqa heç bir şey keçidə bilməm. O gülmək, neysə. Yəni ki, kitab oxumaqla, nəsə eləməklə, nə bilim. Deyir, salam səhifəyində dəstək olun. Nöqtə deyir, salam. Salam. Deyir, onun özünün psixoloqa ehtiyacı var imiş. Dəqiqə. Əslində deyir, mən kiməm? Başqalarının məndən gözlədiyi insan, yoxsa sustuğum tərəfin? Sustuğun tərəfin. Sustuğun tərəfin əsl sənsin, amma əsl tərəfdə sustuğuna görə bildirə bilmirsən. Və başqalarının məsuliyyətini sən nə görə boynuna götürürsən, nə qayıdıb baxmalısan. Danışdım, ağlayırdım, psixoloq ağladı. Hansı kitab məsləhət görərdiniz oxumağa? Oxuduğum elə hər hansısa çox dəyişik kitab yoxdur, ancaq ki, şəxsi inkişaf kitablarını məsləhət görə bilərəm. Amma indi bir şeydə... Nə? Neysə, belə şəxsi inkişaf kitabları oxuya bilərsiniz. Onlardan başlaya bilərsiniz. Psixoterapevt də getməlidir. Çox adam psixoloqu yox. Psixoloqlara da psixoloq lazımdır. Neysə. Deyir, qurban enerjisindən çıxmaq üçün nə məsləhət görərdiniz? Bir mütəxəssis yardımı alaraq, doğru peşəkar dəstək alaraq sağalmağınızı məsləhət görərdim ki, qurban enerjisində siz nəyə nəzərdə tutursunuz? Qurban enerjisi, qurban proqramına sizə kim yüklüyübsə, həmin o qurban proqramından siz sağlaraq aradan qaldıra bilərsiniz. Deyir, dəlixana idi. Bir dəqiqə. Nöqtə deyir səbəbi. Nəyin? Nöqtə nə yazmışdı ki? Siz bir dənə salam yazmışsınız, başqa heç nə düşməyib. Yaxşı, yumuşaq ürək adam olub da. O yaxşı adamlıq deyil ki. Vicdan hissi, yazıqlıq hissi hamısı süni duyğulardır. Yəni ki, onlar bildiyin sağlam duyğu deyil. Bəzi adamlar var ki, sözləri də bilmirlər, vicdanları haralarındadır. Vicdan əslində bilsən nədən gedir? Vicdanlı olmaq, yaxşı insan olmaq bilsən nədən gedir? Sən özünə rəva bilmədiyin bir şey başqasına da rəva bilməməyin. Yox, sən kiməsə yazığın gəlib oturub alırsansa o vicdan deyil. Öz ağrısını görməkdir onun. Mən Maşdağaya getdim, ağladım ki, nə qədər dəlilləri var orada. Ünsiyyət qura. Ünsiyyət qura bilmirsiniz. Azərbaycanda yaxşı insanlıq kimi baxırlar. Eşşəkdirlər də çünki ona görə. Çünki eşeği nə qədər anlamağa çalışsan da, elə biləcək ondan qorxursan. Nöqtə deyir, bəli. Ünsiyyət qura bilməmək əslində bir yerdə özgüvənsizlikdir. Özünüzə nəyəsə qəbul olana bilmirsiniz, sosial mühitə çəkinirsiniz. Ya sizi qəbul eləməzlər deyə, ya nə bilim hər hansı bir problem yaşarsınız deyə. Qaqa 4-cü qrupda oxumusan, niyə soruşursunuz ki? Neçənci qrupda oxuduğumu? Azərbaycanda da qəddar olmaq lazımdır, qançın olmalısın. Qəddar olmaq lazımdır, sadəcə yeri gələnə sərhədini qoymaq lazımdır. Yəni ki, lazım olan vaxtı səsimi qaldırmağı da bacarıram, sərhəd çəkməyi də bacarıram. Yəni ki, yaxşı görünmək kimi bir ehtiyacım olmamalıdır. Əgər birisi məni incidirsə, mən ona cavab verməyib, pasiv aqressiyanı daxilimə götürməkdənsə, deyir, mənim ürəyimdə qalınca qoy onun elə onun öz ürəyində qalsın. Hipnoz edirsiniz, bəli. Deyir, nə edə bilərik? Buyurub müraciət edə bilərsiniz, sizinlə konsultasiya keçirə bilərik. Probleminizin dərinliyinə baxa bilərik ki, ünsiyyət qurmaqda çətinlik çəkdiyiniz məqamlar hansılardır və daha sonra sizə çıxış yolları, həll yolları təklif edə bilərik. Mən də psixoloqa hazırlaşım, ona görə. Nə bilim, uğurlar diləyirəm sizə. Deyir, hipnoz edirsiniz. Bəli, onu cavabladım axı. Deyir, mənim bir travmam var,
yaddaşımı qaytarmaq üçün o günə qayıtmağıma lazım. Qaytara bilərik əslində siz o gününüzə. Aynen. Arif bazar olsun, nə deyim? Elə bil ki mən nəyəm? Bunun üçün seks işçisiz adam burada. Deyir salam Pelengrizə xoş gəlmisiniz. Deyir mən də insanlarla ünsiyyət qura bilmədiyimi düşünürdüm, amma indi görürəm ki özüm istəmirəm. Əslində ünsiyyət problemi bəzən səni anlamayan insanların içərisində daha çox olur ki, baxırsan ki, yəni mən də elə bilirdim bir yerə qədər məndə ünsiyyət problemi var, amma baxdım ki ətrafımdakı Monqol insanların içərisində özümü elə hiss eləyirəmmiş. Ətrafımı dəyişəndən sonra hamısı rədd oldu, getdi. Deyir apatiyam var axırı vaxtlar. Deyir mən panik atakdan əziyyət çəkirəm. Aha. Sənan bəy, gördüyüm işi yarımçıq qoyuram, axıra kimi gedə bilmirəm. Bacara bilməzsən deyə qorxursan və mükəmməl eləməyə çalışırsan deyənə alınmaz qorxusu səni iş və axıra salmaq və sövq eləyir. Deyir nevrozlu bacı, nevropatoloqa get. Panik atak nevroz deyil. Panik atak ayrı səbəbdir ki, panik ataka yaradan duyğu ölüm qorxusu ola bilər, ağlımı itirib dəli olaram qorxusu ola bilər. Yəni ki, bilib-bilmədən cəmaatı yanlış yönləndirmə. Həyata küsmüşəm, özümə çox qapanmışam. Əslində özünüzə küsmüsünüz bir yerdə. Təkliyi daha çox sevirəm, yoruluram insanlarla cəm halda olmaqdan. Deyir, getmişəm müalicə alıram. Bəs gedib müalicə alırsınızsa mənə niyə soruşursunuz? Deyir, görürsən, düz dedim. Deyir, amma alınar, hər şey bir yerdən başlamaq lazımdır da. Valla nə bilim, sən neyəsə eləyə biləcəyini düşünürsənsə eləyə bilərsən. Əgər eləyib bilməyəcəkləri məndən soruşursan, demək sənin özgüvən problemin var. Öz eləyəcəyin şeylərə qarşı şübhə duyursan. Deyir, mən insanlardan aralı gəzəndə xoşbəxt oluram, elə bil. Mən deyir, Pelengrizə deyir, xeyrini görmürəm. Əslində panik atak tamamilə aradan qaldırıla bilən şeydir ki, mən panik atakı sağaltmıram. Panik atakı yaradan duyğu sağlanandan sonra sənin panik atakın aradan qalxır gedir. Yəni birbaşa olaraq nevropatoloqların müalicəsi, nə bilim, psixoterapiyanın şey problemi həll eləməyə çalışır. Amma problemi həll eləmək yox. Sənin evi su basıbsa, krantı bağlamalısın, evin suyunu qurulamalı deyilsən. Söhbət ondan gedir ki, problemin kökünə həll oluna baxandan sonra, o panik atakı yaradan duyğunu həll eləyəndən sonra sənin problemin keçir gedir. Yəni ki, bir sutkanın hamısını sən panik atak keçirtmirsən ki, müəyyən vaxtlarda panik atak keçirdirsənsə, demək sən müəyyən vaxtlardan sonra həmin duyğunu yaşayırsan. Və hər kəsə həmin o individual yanaşaraq, həmin o duyğunu aradan qaldırmaq olar. Mən insanlardan aralı gəzəndə xoşbəxt oluram. Deyir, yaxşı. Elə bil yaxşı. Hamıdan keçirəm, prosta birdən belə başlayır. Deyir, hər Sənan bəy, şübhə eləyirəm. Nəsə bir şey edəndə tam özümə inanmıram, bəli. Şübhələrdən sağalmalısınız, o şübhə duyğularından. Özünüzdə sizə kimsə şübhə ilə yanaşıb ona görə. Əslində o şübhə sənin bacara bilmərəm duyğusunun şübhəsidir. Elə olur gecələr, elə də olur gündüzlərdə. Panik atak yaşayan bir adam vardı ki, ancaq gecə yaşayırdı. Onun ölüm qorxusu vardı. Yəni yataram, durmaram. Birdən yataram, ayılmaram qorxusunda panik atak yaşadırdı. Mən insanlardan aralı gəzəndə xoşbəxt oluram, elə bil. Həmin o insanlar sizə bədbəxt edirdi, ona görə sizə anlamırlar. Yazdım, düşür. Bəli. Günay deyir, fikirlərim tez-tez dəyişir. Fikirlərimin dəyişməyə əslində qərarsızlığındır. Verdiyin fikirdən əmin deyilsin. Verdiyin fikrin doğru olmadığını düşünürsən. Verdiyin qərarın daha doğrusu. Bəli, məndə ölüm qorxusu. Ölüm qorxusundan sağalsaz, ölüm qorxusu aradan qalxıb keçəndən sonra panik atak aradan qalxacaq. Mənə bir xanım müraciət eləmişdi. Düz onda panik atak keçirdirdi, amma onun qorxusu tamam başqa idi. Başqa şeydən panik atak keçirirdi. Demək, onun səbəbi oydu. Oğlum deyirdi yanvarda bu ay üçün nəzərdə almışdı. Noyabrda müraciət eləmişdi. Xanım deyirdi ki, oğlum yanvarda əskər gedəcək. Nə bilim, qorxuram ki, ölər.
və qayıdıb biz onun uşaqlığına qayıdıb baxanda gördük ki, sən demə bunun özü uşaqlığında doğulduğu xəstəxanada həkimlər elə bilib ki, bu qadın ölüb. Gedib anasına deyiblər ki, sənin qızın ölüb. Ana da birbaşa qatıb xəstəxana bir-birinə bildiyin da səs-küy olub aləm, qışqır bağır. Uşaq ananın qışqırıq səsindən qorxub. Necə qorxudan sudurğu keçirdibsə o uşaq, əslində ölüm qorxusunu anası ona qışqırıq səsi ilə yükləmişdi ki, qızım ölmə deyərək qışqırdığına görə uşaq qorxudan sudurğu keçirmişdi və biz qadının o duyğusunu qaytarandan sonra o sudurğa hissi də ondan aradan qalxdı və deyir ki, artıq deyir oğluma qarşı, insanlara qarşı itirməyə qorxusu, özümün öləcəyimi qorxusu deyir, məndə yoxdur deyir. Əgər deyir bunda bir problem görmürsünüzsə, yalnız olmaq elə yaxşıdır. Məndə də eynisi qocalanda olub, sonrası necə olacaq həyat, ondan qorxuram. Əslində yaşlanıb tək qalmaqdan qorxursunuz yəqin ki. Mən durduğum yerdə deyir, elə bilirəm ürəyim dayanar. Ölüm qorxusudur. Ürək dayanandan sonra nə olur? Adam ölür. Amma ölümdən qorxsan da öləcəksən, ölümdən qorxmasan da öləcəksən. Bu baxımdan ölümdən qorxaraq öləcəyin günü gecikdirmirsən. Sadəcə bugünkü gün yaşadığın həyatın, aldığın nəfəsi dəyərləndirə bilmirsən. O baxımdan da o dəyərsizliyi, belə deyim də, o qorxunu buraxandan sonra olduğun durumun dadını çıxarda biləcəksən. Deyir, maşallah sizə olsun. Mənim ağlıma qəribə fikirlər gəlir. Durduq yerə gözlərim dolur. Özünüzə yazdığınız gəlir, çünki ona görə kövrəlirsəm, ağlınıza nə kimi fikirlər gəlir? Sizdə seans neçədir? Seansların qiyməti stabil deyil və seansların qiyməti konsultasiya edilən pasientə sonda deyilir. Problemin dərinliyi nə qədərdir, nə qədər enerji sərfiyyat olacaqsa, konsultasiyanın sonunda deyilir. Allahdan başqa kimdən qorxmayın, nəfəsi o verib. Allahdan qorxmaq lazım deyil. Allah qorxulu varlıq deyil, Allah mehriban varlıqdır. Yəni Allah qorxusu insanı o günə qoyub da, Allahı qorxulu kimi yükləyirlər. Səni yaradandan niyə qorxmalısan ki? Səni yaradandan qorxmaq özündən qorxmaqdır. Yanlış inancdır o. Deyir, Gülşən Əzadə deyir, salam. Salam, xoş gəlmişsiniz Gülşən xanım. Deyir, məni başqaları tərifləyəndə utanıram. Sizcə niyə? Başqaları səni tərifləyəndə utanmağımın səbəbi odur ki, özünə dəyər vermirsən, özünə o tərifə layiq görmürsən, ya da ki, səni təriflə utandırıblar, tərifləyərək səni utandırıblar, sənə orada, belə deyim də, öz güvənini zədələyiblər. Mario deyir, çox haqlısınız. Nədir burada? Deyirəm ki, Allah bizə hamımıza öz vaxtı verib və hamımıza gözəl həyat verib ki, oxuyaq kitabı. Allah sevgi və müdriklükdür ki, insan sevgidən niyə qorxsun ki? Əlbəttə, yəni Allah saf sevgidir. Allah bildiyin saf sevgi ötürüb bizə. Oxumaq, bacarmaq lazımdır. Əlləri sallayıb bacarmıram demək yox. Təəssüf ki, Azərbaycandakı bəzi insanlar əllərini sallayıb bacarmıram deyərək talelərinə təslim olmaq seçirlər. Çünki Sovet dövrünün ən axmaq bir psixoloji problemi odur ki, oxumağı, yazmağı bacaran insana alim elan edirdilər və özlərini alim hesab edən insanlar belə yeni informasiyalardan imtina edirlər ki, bizim onlara ehtiyacımız yoxdur, biz ağıllıyıq deyərək. Yəni, ölkənin geriləməyinin səbəbi odur. Yəni, kamil insanlar hər zaman da olur, gəlirlər, kamilləşirlər, kamilləşəndən sonra keçib gedirlər, ötəri dünyaya gedirlər, yəni gəlib kamilləşib gedirlər. Ancaq bir yerdə kamilləşməyən insan elə də yəni, xəstə ruh olaraq dünyasını yaşayır və əsrlərlə, illərlə, eralarla insan, yəni nə qədər insan var ki, öz taleylərinin anormal olduğunun fərqinə varmadan o ağrılarla da yaşayıb gediblər. Və bu baxımdan da, yəni, belə deyək də, məktəbdə müəllimlər həmişə deyir, kobud bir söz var, deyir, qoyun gəlib, qoyun gedirlər. Yəni, birbaşa olaraq deyilədir. Hamı indi istəyir ki, hazır olsun, amma ən gözəl bacarıqlar var ki, işlətmirlər. İşlətmək istəmirlər.
Yəni o baxımdan da özlərinə xəyanət edirlər. Bir söz var, türklərin bir sözüdür. Deyir Allah deyir səni professional bir gitarist kimi dünyaya gətirmişdi, amma sən heç vaxt gitar çalmaq istəmədin. Yəni sən birbaşa olaraq özünə xəyanət elədiyindən gedir söhbət. Özünə xəyanət etmək öz ruhun missiyasını görməməkdir, özünü sevmədiyin bir insanla evlilik münasibətində olmağındır, istəmədiyin şey eləməyindir, istəmədiyin halda insanlara yox deyə bilməyib onlara təslim olmağındır ki, hər şey insanın özünə xəyanətindən qaynaqlanır. Əgər sən özünə xəyanət eləməyib özünü seçməyə bacarandan sonra, artıq yəni daxili harmoniyanı yuxarıya qalxandan sonra yəni rahat həyat belə sürə bilirsən. Sadəcə həyata ağrı kimi yükləyirlər ki, nə bilək. Deyir özümü sübut etməsəm belə dəyərli ola bilərəmmi? Niyə olmursan ki? Sən zaten dəyərlisən, amma öz dəyərini görmürsən. Yəni hər bir insanın özünün müəyyən bacarığı var, amma sən onu özündə görmürsən. Yəni özünü sübut etməyə çalışmaqla kimlərin təsdiqini almağa çalışırsan? Sənin təsdiq almağa niyə ehtiyac duyursan? Sənə kimi yetərsiz hiss etdirib? İstənilən halda bəyənmədiyim insanın bir fikri mənə maraqlı gəlmir. Yəni ki, mən o insanı bəyənmirəmsə, onun fikri mənim heç bir əhəmiyyət kəsb etmir. Amma məni bəyənməyən insan məni hardasa gəlib bəyənirsə, qayıdıb onda özümə baxmalıyam ki, məndə hansı mənfi bir enerji oldu ki, onu bu rezonans eləyərək, onu özündə hiss etdidən gedir söhbət. Və söhbət burada anormal insanlardan gedir. Və bu baxımdan da sənin özünü sübut eləməyə çalışdığın insanlar əslində anormal insanlardır. Və sən bir də onların anormal olduğunu anlasın, özünün normal olduğunu başa düşsən, sübut eləməyə çalışmayacaqsan. Adam birinci özünə diqqət, hər şey yaşamalıdır, sonra başqalara. Əlbəttə ki, yəni bizdə onu yanlış yükləyirlər. Ancaq birinci başqalarını, sonra axırıncı özünə eləyirlər ki, özü eləməyə də vaxt qalmır. Və bu baxımdan da yəni aqressiv insanların yaranmağının səbəbi də odur. İnsanlar əslində təbiətində aqressiya olmamalıdır. İnsanın təbiətinə nə panik atak yoxdur, nə qorxu yoxdur, nə narahatçılıq yoxdur, nə qayğı yoxdur. 3 yaşındakı uşaq düşünmür, anam axşam yeməyinə görə sən nə bişirəcək, Allah, axşam nə yeyəcəyi düşünüb qayğılanmır. Qayğıdır, nə bilim, yazıqlıqdır, vicdandır, anormal proqramlardır ki, bunları bizə yükləyirlər. Və bir çox proqramları belə bizə yanlış yükləyirlər, duyğuları yanlış yükləyirlər. Onsuz deyir, özünü sevə bilməyən insan başqa birisini sevə bilməz, o sevgi yalan olar. Özünü sevə bilməyən insan başqasını sevmir ki, mən özümü sevirəmsə, öz sevgimdən yaradıcılıq edib o sevgini yaya bilirəm. Amma mən özümü sevmirəmsə, amma özümü sevmədiyim halda başqasını sevdiyimi iddia eləyərək, əslində öz məsuliyyətimi başqasına yıxıram ki, yəni mən özümü sevmirəm, sən məni sev. Ona görə ondan imdad diləyərək, qarşı tərəfdən sevgi dilənməkdir o. Ki, yəni öz məsuliyyətini qarşı tərəfə yıxırsan və qarşı tərəfdə əgər qurtarıcı rolundadırsa, səni yara bandı kimi özünü ondan istifadə eləməyə başlayırsan. Və bu da ki, toksik asılı münasibətdir ki, ondan sonra ayrılandan sonra desən ki, unuda bilmirəm həmin adamı, belə eləyə bilmirəm, unuda bilməməyə səbəbi odur. Özünü sevmirsən çünki və sənin sənin qırıq-qırıq da olsa, sənə kiçik də olsa, sənə özünü sevgi boşluğu doldurur, amma tam dolmur deyənə, dolmayacaq da deyənə, onu anlamırsan. Mən həmişə keçmiş sevgilimə sevgi verdim, gözəllik nədir, sevgi nədir bilmirəm, sonra ayrıldım, gözəlləşdim. Sən sevgi verməmsən, sadəcə özünü fəda eləmişsin o münasibətdə. Yanlış insanı sevmək zaten bizə sevgisiz hiss etdirən valideynləri anormal olduğunu, normal olmadığını anlamadan onlara enerji sərf eləməyimizdir. Və sən qayıdıb o duyğunu buraxandan sonra, yəni ki, hər kəs öz ailəsində tamamlaya bilmədiyi duyğusunu tamamlamağa bir partnyor dəvət edir həyatına. Yəni sən əgər qız uşağısansa, atanla bağlı yaşadığın travma, oğlan uşağısansa, ananla yaşadığın bağlı travma birbaşa olaraq özünə əks etdirir. Yəni təkcə ana-ata da deyil, burada söhbət. Qarşı cinsdən gedir söhbət. Kimisində olur qonşu kişidə. Məsəl üçün bir kişi var idi ki, arvad tərəfindən döyülməkdən qorxurdu və baxdıq ki, uşaqlıqda səndən bağça müəlliməsi tərəfindən şiddət görüb, yəni qadın tərəfindən şiddət görüb, dominantlıq görüb, əzilib. Söhbət ondan gedir. Yəni çox haqlısınız. Bir çox insanın yanlışı ilə burada da sadəcə fərq etmirlər. Fərq eləmək istəmirlər ki, özlərini sərf eləmir. Özümü qurban verdim, xəyanət gördüm. Belə. Deyir, əslində mən deyir, kimə oxşamaqdan yorulmuşam. Bilmirəm. Özü sual verdi, onu özü kimə oxşatmağa çalışırsan. Amma indi bildim ki, kim getmək istəyir, qapını açmaq lazımdır və itələmək gözlər getsin. Əslində hə, elədim. Sənan bəy, boşanma ərəfəsindəyim, yoldaşım başqa biri ilə münasibətləri dəqiq bilmirəm, boynuna alınmır və boşanma başlatmışam, mənə də yazır.
İtirməkdən qorxur da sizi, ona görə. Çünki o sizə xəyanət elədiyi adama da vaxt ikən xəyanət eləyirdi, ortada qalacağının fərqinə varır və narsist olduğunu görə sizi itirmək istəmirdi. Sadəcə olaraq sən onun doğru ya da yanlış olduğunu anlamamağın sənə lazım deyil. Bir yerdə sən əgər sevildiyi hiss eləmirsənsə, onu duyğu olaraq hiss eləmirsənsə, əgər ki, belə deyək də, bu insan normal insan deyil, qayıdıb onda ayrıla bilərsən də. Ayrıla bilmirsənsə, ya da neyəsə sübut eləməyə çalışırsan, qayıdıb baxmalısan ki, mən nəyə görə özümü aldatmaq istəyirəm, nəyə sübut eləmək istəyirəm. Hə, tutaq ki, o doğrudan da sənə xəyanət eləməyib, onu görərək yaşamaqdan imtina edəcəksən. Yəni necə? Deyir, vallahi realda da belə bayra tullayıram. Bəs o xanım deyir, sözünüz gördünüz xəyanəti, o artıq manipulyasiya edir, sizi qaçın. Manipulyasiya da əlbəttə ki, manipulyasiyadır o. Sənin bir yerdə ayrılmaqdan qorxduğunu hiss edir, yenə sənə özünü şirin göstərməyə çalışır. Yəni ki, narsistdən ayrılıb ona təzədən qayıtmaq birinci güllə yarasından ölməyib, ikinci dəfə silahı ona tuşlamağın da ki, gəl bu dəfə tuşladın, bəlkə öldürdün. Yəni, narsistlər heç vaxt düzəlmirlər, ancaq professional şəkildə peşman olmaq rolunu oynayırlar. İnsanlar məndən heç nə gözləməyəndə özümü qəribə hiss edirəm. Özünüzü dəyərsiz hiss edirsiniz, necə? Bəs o xanımı sevir, heç özü nə istədiyini bilmir. Əmin ol ki, bir yerdən sonra həmin o xanıma da xəyanət edəcək. Bax, bu yaxında bir xanımla seans elədik ki, evli bir kişi ilə münasibətdə idi. Evli kişi ilə münasibətdə olmağın özü belə bir yerdə həmin o kişinin qadını ilə rəqabət hissi olur. Və bu rəqabət hissi əslində uşaqlıqdan gələn bir şeydir ki, ya anası ilə, atası ilə olan rəqabət hissi olur ki, ya ana onun üstünə qışqıranda ata onu müdafiə edib, ya uşaq ata ilə yatmaq istəyir və yaxud da başqa bir nənəyə, babaya qısqanıb, nə hər hansı bir şey olubsa, o rəqabət hissi onun şuur altında vərdiş olaraq qalır. Və bu o vərdişi yaşamaq üçün, yəni bax, filan kişi məni seçir, məni sevir, öz arvadını sevmir deyərək o qadına rəqabət hissi aparır ki, o qadın da bir yerdə ya anası, ya xalası, ya nənəsi, ya bibisi olur ki, o rəqabət hissi ondan sonlanandan sonra aradan qalxır gedir və həmin o seansa gətirməyə çalışıram ki, həmin o seansda xanımda baxdıq ki, qızının olmağını istəməyib həmin qadın, qızın anası və bir yerdə qız olduğuna görə mənim taleyimi yaşamasının tipində gör qızını öz zənnincə tərbiyə elədiyini düşünərək edəndən qayıdıb qızının diqqət çəkməyinə sövq edirdi. Yəni sən gedəm açıq-saçıq giyin, insanların diqqətini çəkməyə çalış, belə elə. Və bu bir yerdə cəmaatın, yəni hər hansı bir insanın evli münasibətdə olan kişinin diqqətini çəkərək onun qadına olan rəqabət hissi var idi. Yəni ki, artıq onu yox, məni seçir. Yəni özü ola demək mən görə nə qədər dəyərliyəm ki, məni seçməyə çalışır. Və həmin o rəqabət hissindən sağlanandan sonra ki, həmin o sizin yoldaşınızın zaten münasibətdə olduğu qadın hər halda yəqin ki, yoldaşınızın, yəni sizin evli olduğunuzu bilir. O baxımdan o qadın özü də sağlam deyil və bir yerdə sizin əriniz bir yerdə münasibətdə əgər münasibəti xilas etmək üçün hər hansı bir şey etmirsə, yəni onun üçün nəyisə axtarıb, nəyisə sağaltmağa çalışmaq, nəsə eləmək yersiz enerji itkisidir. Məni niyə itirməyi istəmir? Bəs məni də sevmir, onsuz da yəqin ki, sizi sevmir ki, sadəcə evdə hazır paltarı ütülənir, yeməyi pişirir, hazır qalır qabağında, ona görə istifadə edirlər. Deyir, bir narsist olduğunu fərq edə bilər. Əgər emosional intellekti güclüdürsə ya da narsistlik potensiallı biri. Fərq edə bilər, amma ki, qəbullana bilməmək söhbəti var. Fərq edib əgər qəbullansa sağala da bilər. Mən də elə fikirləşirəm, siz ondan uzaqlaşın, qoy mübarizə eləsin, bax kim seçər. Niyə görə səni seçməlidirlər ki? Səni bir sevməyən bir insandır o. Zaten səni sevsəydi başqa bir insana münasibətdə olmazdı. Yəni o insan heç kimi sevməyən bir insandır. Mədinə xanım yazıb salam. Salam, xoş gəlmişsiniz. Deyir, məncə heç məni də sevmir. Sizə sevmir ki onsuz da. Bu dəqiqə bir şey nədən gedir söhbət? Bunları bu dəqiqə mübahisə bir şey eləməyə yersiz əslində. Yəni sizi sevmir o insan. Yəni ayrılmaq da istəyirsinizsə ayrılın. Yəni onu uzatmağın mənası da yoxdur. Ki məni seçər, ay seçməz. Yəni sən vitrindəki mal deyilsən, insansan. Deyir, iş yerində deyir, şəxsi nömrə istəndi və vermirsinizsə çıxın deyildi. 11 gündə işləyərdim, öz istəyimlə çıxdım. Onlar düzgün yanaşır.
Bilmirəm axı sizin işlədiyiniz iş nə hansı işdir? Sizin işlədiyiniz işdə niyə hansı şərtlər var? Niyə görə o şərtlər var? Bilmirəm axı. Sizin şəxsi nömrənizi niyə görə istəyir? Bilmirəm axı. Deyir, sevmirsə sevməsin, sözünüzü sevin. Başına dəysin sevgisi. Mən özüm elə göstərir ki, güya bu xəyanətkar deyil. Deyirəm, bax, onunla münasibətən. O neyniyəcək? Hər deyib fırladacaq, səni günahkar hiss etdirməyə çalışacaq. Çünki sənin bir yerdə özün günahkarlıq duyğun, dəyərsizliyin və xəyanət duyğun var. Yəni o kişi məncə öz keyfi ilə yaşayır ki, arvadı yox, 5 arvad birdən saxlayır bəlkə. Özünü kişi kimi hiss eləmir də, özünü kişi kimi hiss eləməyə ötürü əlində arvadları saxlayaraq özünü kişi kimi hiss eləmir, özünü sübut eləməyə çalışır. Baxın, mənim əlimdə bu qədər qadın var, belə bir şey var deyərik. Yəni ki, sağlam yanaşma deyil, yəni o qədər adam var ki, getdim falan kəslə görüşdüm, belə elədim, sən ki, səni boş ver. Özünü kişi kimi hiss eləmirsən. Və onunla da elə fəxr edirsən. Deyir, operator deyir, işidə söyləyir ki, qrip olsanız, gəlməsəniz xəbər verin deyə. Və mən də xeyr, maaşdan çıxsanız belə hadisə baş verirsə o gün. Operator işidirsə, siz öz iş nömrənizlə müdürünüzə xəbər eləyə bilərsiniz də. Başqa özünüzün qrip olduğunuzu necə sübut eləməlisiniz ki, anlamadım, tam olaraq nə deyirsiniz. Deyir, amma çox dəyişmişəm, səndən və əvvəl kim deyiləm, nə qədər dəyişmişəm. Fərqinə varmısınız sadəcə, amma ki, belə deyim də, sən əlidən boşanıb, əlinin sənə verdiyi travmadan sağalmasan, vəli ilə evlənəndən sonra sənə travmanı yaradacaq. Deyir, sabah deyəcək ki, mən görmədiyim sevgini başqasını axtardım, sən günahkar deyər. Dedi, yox, mütləq administratorlu olmalıdır. Əgər sizi narahat edibsə, oradan çıxmışsınızsa, yəni orada nə problem var ki, bəs problem nə görürsünüz orada? Görür ki, day bunu əvvəl kim deyiləm. Xanım, o insan öz yanlışını qəbullanmayacaq, ona bir şey sübut etməyə çalışmayın. Hətta bəzi məqamlar var. İş yerimin sahibi xanıma bu ifadəsi və bərk gedir ifadəsi istifadə edib. İş yerinin sahibinə niyə görə çox güclü məna yüklüyorsunuz ki? Öz dəyərinizi niyə görə başqalarının deyəcəyi sözdən asılı sayırsınız ki? Niyə görə özünüzü dəyərli görmürsünüz? Yəni işdən çıxmısan, demək bir yerdə işin qrafikini, işin quruluşunu sən öz subyektiv yanaşmaları uyğun görməmisən. Və bu baxımdan da yəni yaxşı insana, yaxşı işçiyə hər yerdə iş var. Yəni orada niyə səbəb axtarırsınız ki? Bəlkə adam anormaldır. Mən adamı tanımıram axı. Dediyi sözün o nə dediyini anlayım. Hər bir iş sahibi ağıllı olur. Əlbəttə çıxmaq sadəcə haqsız yanaşmaya görə xoş olmadı və xoş olan özüm çıxdım. Sən haqsız yanaşdırmaya haqsızlığı qəbullana bilmirsən və haqsız yerə günahlandırılmaq, haqsız yerə atılmaqdan qorxduğuna görə özün çıxmısan. Demək bir yerdə onun səni işdən qovmağı sənə özünü dəyərsiz hiss etdirəcəkdi və sənin özün də dəyərsiz hiss etməməkdən ötürü, vaz keçilməkdən qorxduğundan ötürü özün ayrılmısan və sənin etdiyin bu şeyi qızlar bəzən bilirsən də denəyirlər. Oğlan ona atval verməmiş, özü başlayır ayrılmağa. Və yəni ki, o onu rədd edilməyə yaşatmasın deyənə. Deyirsən, mən boşanmaya verdim, bunun da iş elədi ki, o boşanmış olsa pulunu kəsəcəklər 1 il 6 ayda. Ona görə yalvarırdı desə. Ona görə yalvarırdı desə boşanmayasın, yəni işindən olmaq istəmir. Deyir, mənlə əlaqəsi yox idi. Zəng edib ki, aliment verin, mən amma boşanmam. Deyir ki, kəlmə üçün nə edə bilərəm? Arıq olmaq proqramı, özünü məhv olmaq proqramından sağalmalısan. Kimin duyğusunu götürmürsənsə ondan sağalmalısın. Psixoloji düzəgər səndəki. Deyir, dedim, mən niyə sənlə boş-boşuna zakısda qalım. Baxın da, əgər belə deyək də, həmin ərinizin hər hansısa bir münasibətində əgər işi etməsin, iş əlindən çıxmasın deyə düşünürsünüzsə, dediyi kimi eləyə bilərsiniz. Əgər düşünürsünüz ki, nə olursa olsun özü bilər, ayrıla bilərsiniz. Qadın kollektivliyi niyə belə çətindir?
Hər kollektiv çətində, kişi kollektiv çətində, qadın kollektiv çətində hər yerdə anormal var. Anormal hər yerdə var. Ancaq ki, bir yerdə səni qıcıqlandırırsa, sənə qarşı hər hansı təsirini buraxırsa, sən özünə qayıdıb baxmalısan ki, o insan niyə görə səndə hər hansı bir duyğu uyandırır, hansı duyğunu yaradır. Deyir, dedi, neyniyəcəksin, evlənəcəksin, dedim, hə, nə bilmiyorlar. Yazır ki, mənə sənə o sözün beynimdən çıxmır. Göz səni sevir kimi göstərməyə çalışır da. Gedin gözümdən, gedərəm özümdən. Ana travmalı qızlar hansı işlərdə işləmək uğurludur? Nə bilim, bilmirəm axı. Sualınızda tam məntiq görmədim. Ana travması olan qız onun fərqindədir. Niyə sağalmaq istəmir ki o travmadan? Nə bilim. Deyir, birini necə unutmaq olar? Birini unutmaq üçün sağlam münasibət olsa ayrılmazdınız. Demək, bir yerdə sənin özünün uşaqlıqdan gələn duyğusal bir boşluğun var. Və o duyğusal boşluğu qarşılayan bir insan həm də sənin unutmaq istədiyin bir insandır ki, vaxtı ikən onu doldururdu. Və bir yerdə narkotik asılılığı kimi də həm də zəhərli münasibət, toksik asılı münasibət, narko asılılığa bənzədirəm mən onu. Yəni o insana nə çəkə bilmirsən. Və onda qarşıladığın duyğunu, ruhsal boşluğu, özünü qayıdıb şüur altında mental olaraq sağalsan, üzləşib sağalsan, artıq o insanı xatırlasan belə heç bir duyğu yaşamayacaqsan. Sağala bilmirəm. Çox köməkliyi almışam. Doğru köməkliyi almamışsınız çünki. Yəni o qədər özgüvənliyəm ki, deyirəm, məndən kömək almamışsınız çünki. Yəni burada təkcə şərt mən deyiləm. Ən azı mənim keçdiyim terapiya üsulunda bir mütəxəssisdən belə yardım alsınız. Siz istədiyiniz nəticəni görəcəksiniz. Sadəcə doğru yardım almamışsınız, yəni nəticə görməmisiniz. Yəni ki, ona görə məni təəccübləndirmir dediyiniz şey. Çünki Azərbaycanda zaten nəticə almamağımız normaldır. Deyir, kiçik səs tonu dəyişsə belə kişilərdə mən ağlayıram, özümü ələ ala bilmirəm. Ata travması ola bilər və yaxud üstünüzə qışqırıblar deyənə o duyğunu sizə xatırlatmış ola bilər ki, hansı duyğu keçirib yaşayırsınız. Deyir, düzdür, dəhşət titrəmə gəlir. Və ata travması olan bir qız var idi ki, uşaqlıqda atası ona şiddət göstərmişdi, hətta uşaq beşikdə olduğu ərəfədə. Və həmin o qadının özü bütün kişilərdən qorxurdu. Və bu baxımdan da, yəni o duyğunu kimdən yaşayıbsa qayıdıb ona baxmaq lazımdır ki, ata ola da bilər o, ata olmaya da bilər, əmi ola bilər, dayı ola bilər, qonşu kişi ola bilər, səni kim qorxudubsa, üstüvə qışqırıbsa ondan gedir söhbət. Deyir, ana qışqırırdı, hə. Salam, xoş gəlmişsiniz. Deyir, ata deyil. Hə, ata olmasa da fərqi yoxdur, istənilən halda duyğudur, sizdə var. Yəni, ata olacaq dedi, şərt yoxdur. Yox, edir, boşanacam onsuz deyirəm, yəni boş özgüvənə baxı, fikirləşir, qıraqda həm keyf edim. Özgüvən deyil ki o, bir yerdə arsızlıqdır. Yəni ki, necə fikrimi çatdırım ki, siz onu başa düşəsiniz. Həmin o insan, narsist insanlar özlərini sevir, özlərinə dəyər verirmiş kimi görsənirlər, amma özlərini sevirin, dəyər veririn altında yatan başqa bir səbəb var. Onlar görülməməkdən qorxurlar, seçilməməkdən qorxurlar. Və bu baxımdan da sən ondan vaz keçəndə özünü dəyərsiz hiss edir. Amma o özü səni boşasa var ha. Səni əmin ol ki, səni inandırım ki, sənin heç bir gözünün yaşına belə baxmayacaq, səni boşayıb atacaq. Amma özü vaz keçilməkdən qorxduğuna görə, yəni özünü peşman roluna salır. Deyir, bunu sağaltmaq necə olur? 26 yaşım olacaq. Bunu sağaltmaq buyurub müraciət edə bilərsiniz. Mən seansları hipnoz seansı keçirdirəm. Seanslarda olan texnikanı hipnozdan istifadə edirəm və seans keçirilməzdən əvvəl pasientlərlə keçirilir, konsultasiya keçirilir. 45 dəqiqə 1 saat arasında keçirilən fərdi diaqnostik müşahidədir və o müddət ərzində sizin probleminizin dərinliyi müşahidə edilir. Tam dərinləməyinə bütün suallarınızı bizə verirsiniz. İllərdir, belə deyim də, sualı axtardığınız cavabı cavablayıram. Ondan sonra sizə həll yolları təklif ediləndən sonra yəni seansa keçid edirik. Deyir, və dünən yağış yağırdı, hər kəs sürətli evə gedirdi. Mən həmişə sürətlə gedən insan yavaşladım, niyəsini bilmirəm. Yağış sizə nəyəsə xatırlatdı yəqin ki. Bir yerdə həmin o ağrınızı romantikləşdirdi. Əvvəl məsəl üçün mən sağalmamışdan qabaq yağışda havada payızda həmişə çox kövrəlib ağlayırdım, əsəbləşirdim. Payız həmişə mənə bir də çox qıcıq gəlirdi. Həm məktəbdə aldığım travmaları xatırladırdım, mən məktəbə gedən ərəfələrdə olurdum. Sıxılırdım, özümü ifadə edə bilmirdim. Sentyabr, oktyabr başlayanda. Amma indi yağış yağanda, yağışda aldığım huzur məni tam rahatlaşdırır. Deyir, bu narsistlər. Deyir, onsuz da deyir, gözümün yaşına deyir, baxmadı, xəstə halımda mənə dedi, get ata evinə. Görürsən, sən əslində ona
ona təpik vurmadığına görə hələ şükür eləsin. Seanslardan deyir tam nəticə alınarmı? Niyə alınmır ki? Əlbəttə alınır. Yəni keçən səfər bir xanım yazmışdı canlı efirdə, deyirdi ki, sağalacağına belə inanmırdı. Sağalacağına inanmaya müraciət elədi, şey elədi, konsultasiya elədi. Seansda aldığı nəticədən sonra geri dönüş elədi. O paylaşmışım səhifədə ata travmasından, uşaqlıqda atası tərəfindən zorlanmış bir qız idi. Onun travmasının sağlığına inanmırdı sağalacağına. Və bir yerdə əslində sən sağalacağı və nəticə alamayacağı bilsən nə görə tərəddüdlə yanaşırsan? Çünki o bəlkə də məndən əvvəl və yaxud da kimlərdənsə yəni terapiyada iştirak eləmisənsə, ondan nəticə ala bilməmisən deyə bu sənin ümidini aşağıya salıb. Deyir, onlardan çox şey öyrəndim. Deyir, indi deyir ki, sən dağıtdın bu ailəni. O səni manipulyasiya eləməyə çalışır, boş ver. Ancaq öz həyatıma bax. Həyata bir dəfə gəlirik. Mən indi oturub danışdığım kimi bir də indi danışmayacağam. Başqa mövzularda danışacağam, başqa insanlarla danışacağam. Və hər bir olduğumuz an çox dəyərlidir. Hər içimizdə çəkdiyimiz hava çox dəyərlidir. Yəni sən indiki bədənində 15 il sonra olmayacaqsan. İndiki ruhunda olmayacaqsan. Və mən niyə görə bədənimi, ruhumu kiməsə görə işgəncəyə fəda eləməliyəm? Mən bu həyatı bir dəfə yaşayıram. Desəm ki 10 dəfə həyata ölüb dirilib verəcəm, deyərəm yox, bu həyatda özümü çürüdüm, təcrübə eləyim, o bir dəfə ölüb doğulandan sonra şey eləyərəm. Yəni elə bir şansımız yoxdur. Qəribədir, bu məndə də olur. O payız sizə nəyəsə xatırladır çünki. Yəni payızdan da deməyə də yağışlı havası nəyəsə xatırladır. Günahı deyir sizin üstünüzə atmaq istəyir. Əgər səndə onda günahkarlıq duyğusu varsa, özün günahkar hiss eləyir. Seanslar necə olur? Seanslar hipnoz vasitəsilə keçirilir. Konsultasiyada daha dərin məlumat verilir, ətraflı məlumat verilir. Görüntülü danışıq ya səsli. Danışıq mən görüntünü açıq qoyuram həmişə. Əgər görüntünü açıq saxlayıb saxlamamaq qarşı tərəfin özünün seçimidir. Ancaq görüntülü formatda keçirilir WhatsApp-dan fərdi danışıq olaraq. Deyir, düzdür. Çox seans almışam. Deyir, bəli. Deyir, çox şükür. Yəni ki, özünüzə dəyər verməlisiniz ancaq. Həkim doğrudan sağaldırsınız. Sağaldıram sağaltmağına, ancaq ki, sən özün doğrudan da sağalmaq istəyirsənsə, doğrudan da nəticə əldə etmək istəyirsənsə, mən olsa 50-50-yə məsuliyyət bölüşürəm ki, mənə pasiyentin zaten ödəyəcəyi məbləğ qarşılığında mən verdiyim nəticəyə özümə qədər çox güvənirəm ki, sağalacağımı da bilirəm. Və digər tərəfdən, belə deyəydim, nəticələr 50-50-yə olsa, mənə güvənəcəksənsə, inanacaqsansa, mən sənə maksimum efor sərf eləyərək, səni istədiyim vəziyyətdən çıxarda bilərəm. Deyir, uşaq götürürsə kim? Uşaq götürürəm, amma əsasən uşaq lap balacadır. Sən çox onun valideynləri ilə işləməyə daha çox üstünlük verirəm. Çünki hər uşaq öz evinin aynasıdır. Mən artıq çox ümidsizəm. Siz çünki divara baxırsınız, işıqlı qapını görmürsünüz. Siz o qədər sizə divarı göstərə bilər də, elə bilirsiniz çıxış yolu divarda, amma orada divar olduğunun fərqinə varmırsınız. Siz istiqamətinizi dəyişdirirsiniz. İşıqlı qapı zaten hər zaman orada açıqdır. Sizi gözləyir, ancaq siz o addımı atmalısınız. Deyir, ağrılarım danışa bilsəydi kimdən şikayət eləyərdi? Bilmirəm. Məncə səndən şikayət eləyərdi. Niyə görə? Çünki bir yerdə ağrılarının fərqinə varıb. Əgər onları keçişdirirsənsə, o işgəncəyə dözürsənsə, sən də günahkarsın. Deyir, sağlam olsam, bütün psixoloji problem aradan qalxar. Sual əslində biraz çayxan-bəyxan vurur. Sağlam olsam, psixoloji problem aradan qalxar. Niyə nəzərdə durur? Psixoloji problemdən sağalsan, zaten sağlam olacaqsan da. Neysə. Deyir, yazacağım, təşəkkürlər. Tamam, dəyməz. Mən də təşəkkür edirəm. Deyir, bir insan sağalmaq istəmirsə, psixoloji cəhətdən ona kömək etmək yaxşılıqdır, yox seçimini hörmət etmək. Sağalmaq istəmirsə, baxırıq da. Məsələn, xanımın deyir ki, xanım deyir, ümidim yoxdur. Ümidsiz insanlarla maksimum efor sərfləyərək, enerji qoyaraq nəticə verə bilmişim. Əgər bir yerdən sonra alınmırsa, sadəcə sağollaşırıq. Amma ki, sadəcə xanımın özü probleminin fərqindədir. Çünki sağalmaq istəmirəm, sağala bilmirəm deyə bir şey olmur. Probleminin fərqində olmayan insan zaten mənim canlı yayınımda olmur. Mən onu bilirəm və bir yerdə mənə müraciət edən insanlar psixoloqdan, nevropatoloqdan, tetahilingdən, NLP-dən, sağ tutduğan, ondan bundan bütün texnologiya deyirəm, bütün texnikaları yoxlayıb da nəticə almayan insanlar olduğunu bildiyimə görə və son
son çare hipnoz olduğuna görə, o vaxta qədər belə ümidsiz olduğunu bildiyimə görə nəticə verə biləcəyini də bilirəm və görəcəyi şeyi də öz-özünə müşahidə edə bilir. Əksinə mənə elə insanlarla işləməyə daha çox sərf edir ki, aldığı mənfi nəticəni mənim verəcəyim müsbət nəticəni müqayisə edib özündəki dəyişikliyin fərqinə vara bilir. Sənan bəy, öz dəyərimi qaytarsam özümə, həyatıma doğru insan girərdə yəqin. Əlbəttə, yəni öz dəyərsizliyinizdən sağalsaz, öz dəyərinizi özünüzə xatırlatsaz, həm. Mənim oğlumun 12 yaşı var, 3 il bundan qabaq yıxılıb, ayağı qırılıb, 2 dəfə əməliyyat olub, ondan sonra hər şeydən qorxur. Ağrımaqdan qorxur da əslində. Aşağı yuxarı bəlkə orada ölüm qorxusu da var, bir də şikəst qalmaq qorxusu da var bəlkə. Salam Duyğu xanım, xoş gəlmişsiniz. Maria deyir, mənim ama travması var və mən ona həll yolu deyirəm, dediklərimi etmir, aqressivləşir, həqiqəti eşitmək istəmir. Mən də dedim, bu insan artıq seçim eləyir. Seçim eləyir, yəni sən onun qızı olaraq onun fərqindəsənsə, yəni sən onun övladı olaraq bunun fərqindəsənsə, o da onun fərqinə vara bilərdi. Yəni onu dəyişməyə artıq orada qayıdıb baxmalısan, onu niyə dəyişməyə çalışırsan. Ancaq dəyişmək istəməyən bir insanları taleyin xəttinə buraxmağı bacarmaq lazımdır. Hər kəs öz həyatını, öz ağrısını, öz ölümünü özü seçir. Sizdən bir mövzuda məsləhət almaq istəyirdim. Tamam, buyurun, yazın. Mən biri ilə deyir, tanış olmuşam, padruqam sayəsində 3 gündür məndən pul istədi, dedi axşam qaytaracaq, amma qaytarmadı. Pulunuzu geri istəyə bilmirsiniz. Sənan bəy, oğlumu parkda it qovaladı, o gündən it qorxusu var, balaca it belə görəndə qorxur, 10 yaş. Həmin an səsində uşağınıza itin qorxulu bir şey olmadığını izah etsəydiniz, əslində qorxusunu yenməyə şey eləyə bilərsiniz. Amma ki, bir yerdə o travma, duyğu onda qalıbsa, duyğusu sağalmalıdır ondan. Onun acı çəkməsini istəmirəm, amma artıq uşaq terapist rolundan da bezdiyim üçün insanlara seçim verirəm. Ona yazığın gəlməyə duyğusunu buraxsın, ona terapist rolunu canlandırmayacaqsın. Çünki bir yerdə sənin anava yazığın gəlir. Eləmə, amma ona yazığın gəlməkdənsə sənin özünə yazığın gəlir. Deyir, bəli, istəyə bilmirəm, 3 gün tanıdığı qızdan deyir, pul istəmək nə qədər doğrudur ki. Doğru deyil də, birbaşa olaraq istifadə eləməyə çalışıb da. Nə bilim, əgər doğrudan da küllü miqdarda pulsa, polis əleyhinin şey eləyə bilərsin, ondan sonra da haqqını tələb eləməyə öyrənməlisən. Əslində haqqını tələb eləməyə öyrənməlisən. Əgər bu dəqiqə onu eləyə bilmirsən də, polis əleyhindən eləyə bilərsin onu. O da hansı vaxtlarda, əgər sizə də qorxu gəlirsə, sizə doğrudan çox ciddi bir ziyan vurursa onda, amma ki, belə pulunuzu dirəşib ola bilərsiniz. Zorla yaxşılıq olmur, əgər qarşı tərəf özü sağlamaq istəmirsə, əlbəttə ki, yəni zorla sağlamaq olmur. Həmin insan zaten nəticə belə görmür. Yəni ki, qarnı ac olmayan bir insanı sən necə yeməyi dizdirib, yeməyin dadı necə deyə soruşa bilərsən. O tox olduğuna görə yeməyin dadını belə çox ciddi şəkildə hiss eləməyəcək. Söz deyirsən, danlayırsan, ağlayır, amma əla oxuyur, əlini göyə qaldırır, şən elə bilir vuracam. Kimdənsə qorxur da əslində o. Nə etməliyəm sizə? Yox, 10 manat böyük pul deyil. Ala bilərsə əslində. Yəni, birbaşa olaraq ondan dirəşib ala bilərsən. Amma ki, bir yerdə eləmirsən, nə bilim, nə deyim sizə. Orada tam nə məsləhət verəcəyini bilmirəm. Amma sən bir yerdə öz haqqını tələb eləməyə öyrənməlisən psixoloji olaraq. Sən haqqını tələb eləməyə öyrənməsən, sən nə qədər də desən, sənin sözünü ciddiyə almayacaqlar. Sən sadəcə insanlara sərhəd çəkib öz haqqını tələb eləməyə öyrənməlisən. Elə bildim, çox küllü miqdarda puldur. Pul atıb gedə bilərsən. Ona görə deyirdim ki, polisdən yardım ala bilərsən. Amma burada polisə ehtiyac yoxdur. Çünki olmuşdu da bir adam ki, harca bir ona 1500 manat pul borc almışlar, qaytarmamışdılar. Deyir, yox. Narsist haqqında məlumat verərsiniz. Narsist balaca uşaqdır, böyüməyən bir uşaqdır. İstədiklərini əldə edəndən sonra, əlindən çıxandan sonra başlayır dalıcı ağlamağa. Mən utanıram ondan pulumu istəməyə. Hə, problem sənin utancaqlığındır. O bəs sənə pulunu vaxtında qaytarıb deyib, qaytaracam deyib, qaytarmayana bəs o niyə utanmır? Onun utancaqlığı bəs arasındadır.
Yer uzaq durun, əgər toruna düşəcəksinizsə. Əslində utancaqlığından sağalıb öz haqqını tələb eləməyi öyrənsən, o səndəki o ciddiyyəti, zəhmi hiss eləyəndən sonra özü qaytaracaq pulu sənə. Çünki bir də sən qurban proqramını ötürürsən qarşı tərəfə, yəni özünü ciddi görmürsən, özünün utancaqlıq proqramın səndən mane olur. Zaten o səndən utancaqlığı bildiyinə görə səndən istəyib o pulu və o insan hamıdan borc alıb qaytarmayan bir insandır əslində. Və o da bilir kimdən borc alıb, elə onu eləmək lazımdır. Və siz də o qurbanda proqramda olduğunuza görə qurban siz olmusunuz. Neyse. Suallarınız əgər azalıbsa canlı efiri sonlandıraq. Narsistlərin sonu necə olur çox vaxt Sənan bəy? Heç nə, elə fərqinə varmırsa da narsistliyini eləyir, özünə bir qurban axtararaq insanları da özündə zəhərləyir. Yəni çox sağ olun dəyərli məlumatlarınız üçün. Dəyməz, sizə sağ olun. Hələlik.